mərkəzi. Həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Hər vaxtınız xeyirli və uğurlu olsun dostlar. Salamlayırıq sizi. Arazın dalğasında bir neçə saatlıq ayrılmışdım sizdən və gəldim. Bilirsiniz ki, mənim təqdimatımda səhər efirimizdə var. Saat 8-dən 10-a 100% səhər şousunda Aysel dostumuzla birgəydik. İndi hazırda biznes mərkəzində ixtiyarınızdayıq. Yenidən 2 saatlıq bir yayım bizi gözləyir. Saat 2-yə qədər bərabərik Mənüfətin təqdimatında. İş dünyasının nəbzini tutmağa gəlmişik yenidən. Bilirsiniz ki, biznes mərkəzi layihəsi radyo debat formatlı illərdir ki, biz öz istiqamətimizə qalmışıq və yeni mövsümdən bizim yerli marka və şirkətlərimiz üçün yeniliklər də var. Bu yeniliklərdən biri də artıq biznes mərkəzi layihəsi ölkə üzrə keçirilən əksər forum və tədbirlərin tərəfdaşı olmaqla bərabər ölkə udlarının kənarda keçirilən layihələrdə də biz varıq və tərəfdaşlığımızda davam etdiririk və bu yaxınlarda Özbəkistanda keçirilən biznes forumda vardıq və həmin biznes forumun davamı olaraq Özbəkistan-Azərbaycan iş adamlarının və Azərbaycan-Özbəkistan iş adamlarının noyabrda keçiriləcək böyük bir tədbiri də Bakıda reallaşacaq və ticarət evi məsələsi var və bütün bu layihələrin reallaşmasında biznes mərkəzi də media tərəfdaşlığını həyata keçirir. Və qarşıda bizi çox yaxın bir müddət ərzində Polşaya səfər gözləyir və Polşada da böyük bir tədbir düzənlənəcək və oradakı beynəlxalq tədbirdə əsas tərəfdaşlar qismində böyük ölçüdə biz də varıq. Macaristanda keçiriləcək böyük bir forum və tədbirdə orada da tərəfdaşıq və noyabr ayında Türkiyədə istər İstanbul, istərsə də Ankara'da reallaşacaq biznes tədbirlərində tərəfdaş biz də varıq. Ankara'da yer gəlmişkən ötən deməyək, bu yay aylarında İstanbulda keçirilən Türkiyə-Azərbaycan iş adamları ilə bağlı keçirilən iş dünyasının Türkiyə-Azərbaycan iş adamları forumunun davamı olaraq ənənəvi hala keçirilib artıq və bunun davamı İstanbulda bu dəfə yox, Ankara'da reallaşacaq və digər layihələrimiz də var və Turan forumu reallaşacaq ki, çox möhtəşəm bir forumdur. Ona hazırlıqlar da gedir və orada da tərəfdaş qismində biz varıq. Növbəti ildən də Qətərdə, Dubayda və Yaponiya və digər ölkələrdə tədbirlər düzənlənəcək ki, orada da biznes mərkəzi olaraq iştirak edəcəyik. Yeni layihələrimiz, uğurlarımız bitmək bilmir. Biznes mərkəzi az saytı artıq ixtiyarınızdadır, bizim sahibkarlarımızın, iş adamlarımızın ixtiyarındadır və bu sayt vasitəsilə də öz xidmətlərimizi sahibkarlar, iş adamlarına təqdim edəcəyik. Amma bugünkü mövzumuz o deyil. Bugünkü mövzumuz yeni investisiya imkanları və startuplardan biz danışacağıq. İnvestisiya imkanları və bu imkanlardan faydalılıq və bu özündə bu yeni investisiya imkanları özlərində nəyə ehtiva edir? Startup layihələri möhtəşəm bir layihələr keçirilir və bu təcrübələr bizə də illərdir gəlib və bu startup layihələrinin möhtəşəmliyinə və o layihələrdən uğur, hər bir startup layihəsində uğurlu ola bilərmi? Bu artıq müəyyən qədər həm sual, həm də ki, bu təcrübə əsaslanır. Startup layihələrin keçirilməsinin yeri, məkanı, ona olan baxış çox önəmlidir. Uğursuzluqlar varmı? Var, amma təbii ki, bunların adı ilə startup layihələrdir ki, başlanğıcdır bu, başlanğıcın davamını gətirmək də olar və bunu sıfırlamaq da olar və bu startup layihələrindən biz danışacağıq. Startup layihələrinin yeni baxış və bütün bu imkanları biz yaxın 2 saat ərzində efirimizi əhatə edəcəyik. Bizim efirimizdə bugün də yarışmamız var. Yenidən biznes yarışmasında maraqlı bir sual təqdim edəcəyik. Doğru cavab versəniz təbii ki, biznes yarışmasında bir motivasiya olar. Bizdən də sizə hədiyyəmiz olacaq. Amma bu 2-ci saatımızdadır. Mövzumuzla bağlı 2 dəyərli qonağımızın studiyamızda yer alıb. ABB Invest, Azərbaycan Beynəlxalq Bank investisiya şirkətinin rəhbəri Nadir Babazadə. Nadir müəllim, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram dəvət üçün. Minnətdarıq və daha bir qonağımız isə Max Kreativ şirkətinin rəhbəri. Tez-tez görüşdüyümüz, tədbirlərdə görüşdüyümüz, Nadir müəllim az-az görürəm, amma Famil müəllimlə tez-tez rastlaşırıq. Famil Tağıyev, xoş gəlmisiniz. Xoş gördük sizləri. Hər kəsi də bu efirdə bizi dinləməyə çağırıram.
Mükəmməl bir efir olacaq inşallah. İnşallah. Dostlar, həqiqətən də investisiya imkanları baxımından, startup layihələri baxımından bizim yəni bilirik ki, efirimizi dinləyən insanlarımızın sayı çox kifayət qədər çoxdur və bizə yazanlar çoxdur və yenidən fikirləri gözləyirik. Yeni startup layihələrlə bağlı, sonra bizə sahibkarlarımız, hər gün bizi dinləyən sahibkar dostlarımız var, CEO-lar var ki, onlara da buradan xüsusilə bir daha təşəkkür edirik diqqətinizə görə. Bizə səsli mesajlar göndərənlər, mövzulara görə təşəkkür edənlər var. Hətta o video canlı dinləyib də, izləyib də bizə həmin bölümü göndərən dostlarımız var. Təşəkkür ederim. Minnətdarım, sosial media üzərindən də paylaşırsınız. Və biznes mərkəzində də bugünkü mövzumuza uyğun fikirlərinizi də bizimlə bölüşə bilərsiniz. Yeni investisiya imkanları və startup layihələrindən danışırıq dostlar. 099 810 33 WhatsApp nömrəmiz ixtiyarınızda. Bizə həm yazı, həm də səsli mesaj göndərə bilərsiniz. Bizi dinləməklə bərabər izləmək də mümkündür. Araz FM-in Facebook səhifəsindən canlı yayımlanırıq və dəyərli qonaqlarımızı, gözəl studiyamızı görüb də oradan rey bölümündə də fikirlərinizi yaza bilərsiniz. Biz başladıq, fikirlər gəlsin. Reklamdan sonra qızğın müzakirəmizə başlayırıq. Geçmekte sen bol kartta var. Seçim yoktu her yerde var. Bacılar azal çoklu pullar. Bol kartın var, bol kart bol kart. Taksite bol kartla al. Bol limitler, bol kartta var. Hisset seni, bol kartın var, bol kartın var. Araz Radyosu'nda reklam vakti. Fəsilləri ürəyincə yaşamaq indi daha sərfəli. Kondisioner, radiator, kombi və digər iqlim avadanlıqları geniş seçimlə Abşeron Ticarət Mərkəzində. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Röqbatan dairəsinin yanı. Sopsan renkləndirmə sistemi ilə Azərbaycanda və dünyada mövcud olan bir sıra renk kataloqlarındakı istənilən rəngi 5 dəqiqəyə elə yerindəcə ağ rəng qiymətini əldə etmək mümkündür. Eyni rəngi təkrar sifariş etdikdə birəbir rəng tonu zəmanəti də yalnız Sopsanda. Ətraflı Ulduz 4545. Best Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Eddi Global sizə arzuladığınız ixtisas üzrə yüksək keyfiyyətli xaricdə təhsil almaq imkanları təklif edir. 200-ə yaxın nüfuzlu universitetlə əməkdaşlıq edən Eddi Globala müraciət etsəniz, əyani və qiyabı olmaqla bakalavr, magistratura, doktorantura, yay məktəbləri, təcrübə proqramları üzrə təhsil ala bilərsiniz. Eddi Global universitetlərə müraciət, viza əldə etmə, yataqxana axtarışı və təqaüd imkanlarının təmin edilməsi daxil olmaqla xaricdə təhsil almaq üçün lazım olan bütün proseslərdə yardımcı olacaq. Telefon 055 214 1033. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəlik All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının məhrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. 2018-ci ildən fəaliyyət göstərən Greenstream International inşaat materiallarının və alətlərinin ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Hazırda şirkət bir çox aparıcı istehsalçıların Azərbaycanda rəsmi nümayəndəsidir. Ölkə üzrə 4 filialı malik Greenstream International inşaat sahəsində illər ərzində yüksək təcrübə qazanmış mütəxəssislərdən ibarətdir. Müxtəlif inşaat materiallarından istifadə etmək üçün 055 203 60 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Greenstream International keyfiyyət zəmanətimizdir. Aldığınız hər məhsul ilə bir addım daha öndə olmaq istəyirsiniz? Fərqliliyi başqa yerdə axtarmayın. Gələcəyiniz ünvan bəllidir. İndi Salitondan arzuladığınız bütün məhsulları ay sonuna dək tək şəxsiyyət vəsiqəsi ilə, ilkin ödənişsiz, 20 ayadək faizsiz, nağd alışda endirimlərlə əldə edə bilərsiniz. Üstəlik məhsulların nağd qiymətinə 3 aylıq hissəli ödənişlə əldə etmə şansı da Salitondadır. Telefon 180, rəsmi sayt saliton.az. Ayakkabı rahat, parlatmak, adımını güçlü at, parlatmak, seçimin olsun smart, olsun smart. Smart, ayakkabınız üçün ağıllı seçim. İcbari tibbi sığorta Dünya Göz Xəstəxanasında. İcbari tibbi sığorta ilə Amerika istehsalı linzalarla Dünya Göz Xəstəxanasında katarakt əməliyyatı və müayinə tam pulsuzdur. Telefon 012 404 44 69. Dünya Göz, dünya görməyə dəyər. Madeira'dan oktyabrın son fürsəti. Yalnız 5 gün 27-31 oktyabr tarixlərində yataq və uşaq dəstlərinə 30%-də yendirim sizi gözləyir. Kampaniya müddəti məhduddur. Tələsin. Madeira, Ulduz 9696. Cəmi 19 manata sığorta məbləğini 10.000 manata dək artırmaq mümkündür.
ABB-nin Avto Plus sığortası ilə icbari sığortanıza əlavə 5000 manat sığorta təminatı əldə edəcəksiniz. ABB Mobile ilə sığortalanın və yola güvənli çıxın. Ətraflı 937. Araz Radyosu'nda reklam vaxtı. İş kurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes Mərkəzində ol. İş dünyasının aparacaqları Biznes Mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz Biznes Mərkəzi Rüfət Nadirlinin təqdimatında. Və dostlar, efirimizin ilk saatındayıq və dəyərli qonaqlarımızla burada mövzumuza artıq başlaya bilərik. Siz də fikirlərinizi göndərə bilərsiniz. Rahat bir şəkildə müzakirələrimizi aparaq. Nadir Babazadə və Famil Tağıyev bizim dəyərli qonaqlarımız bugün studiyamızdadılar və onlarla danışaq və gəlin öncəliklə yeni investisiya imkanlara baxın və bu işin bilicisi illərdir bu sferada çalışan Nadir müəllimə öncəliklə bu sual verək. Yeni investisiya imkanları və bugünün baxışı necədir investisiya mühitində? Çox sağ olun ilk öncə dəvət üçün və suallar üçün. İnvestisiya sahəsi kifayət qədər geniş bir sahədir və biz bu sahənin bir nümayəndələri kimi burada iştirak edirik və öncə onu vurğulamaq istəyirəm ki, bu sahə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tənzimlənir. Bəli. Və biz ABB Invest olaraq Mərkəzi Bank tərəfindən təqdim edilmiş lisenziya əsasında bu fəaliyyəti göstərir və əsas məqsədimiz müştərilərə investisiya imkanlarına çıxışı təmin etməkdir. Burada müxtəlif çıxışlardan danışmaq olar və ilk öncə burada gəlib məsələ onda dayanır ki, müştərilər özləri nə istəyirlər? Bəli. Və ən çox verilən suallardan biri odur ki, bilməm bu ənənədən də irəli gələ bilər, oturmuş bir mentalitetimizdən də irəli gələ bilər. Müştərilər daha çox az riskli, çox gəlirli bir alət axtarırlar. Çox təəssüf ki, belə bir şey olmur. Yəni əgər riskini aşağı istəyirsənsə, gəlirli də avtomatik olaraq aşağı olacaqdır. Və bunun əksi də var, yuxarı riskli də yuxarı gəlir gətirəcəkdir. Burada bir neçə istiqamətlərə bölsək, qiymətli kağızlar alətlərindən danışa bilərik. Buralarda istiqrazları, səhmləri, derivativləri və ya artıq siz mövzuda da toxunduğunuz kimi startapları da qeyd edə bilərik. Və hərəsinin özü bir başqa bir aləmdir. Belə deyə bilərəm və hərəsinin özünün müsbət və mənfi baxışları, risk kateqoriyalarına görə bölmək olar, giriş məbləğlərinə görə, giriş bariyerlərinə görə bölmək olar. Ona görə kifayət qədər geniş mövzudur. Siz hansı istiqamətdən desəz, o tərəfə də biz yönələ bilərik. Bugünkü ən çox prioritet öncəliklə bunu toxunaq. Yəni insanlarımız dediniz ki, istiqamətlər fərqlidir. Az risk edib də çox qazanmaq istəyirlər. Bu tərs mütənasib olsa o alınmayacaq. Amma bugün ən çox tələbat nədir? Öncəliklə bunu soruşaq. Hansı sahələrə, hansısa istiqamətlərə investisiya imkanları daha çoxdur, yatırım məsələləri var. Bunu ayırd edək, sonra davam edərik. Biraz statistik məlumat verə bilərəm. Müştəriləri iki hissəyə öncədən böləcəm. Korporativ və pərakəndə müştərilər. Davranış olaraq bir-birinə oxşar olsa da, amma yanaşmaları fərqli ola bilər. Çünki individual şəxs, pərakəndə müştəri şəxsi öz büdcəsinə, öz risk anlayışına görə investisiya edirsə, korporativ müştərilər oturmuş bir qaydalar, yazılmış bir standartlara uyğun olaraq investisiya edirlər. Və son zamanların statistikası onu göstərir ki, sabit gəlirli qiymətli kağızlar investisiya daha çox üstünlük göstərir. Bu da istiqrazlardır. İstiqrazlar da biz iki hissəyə bölə bilərik. Dövlət və korporativ istiqrazlar. Və Azərbaycanda yeganə birja olan Bakı Fonu birjasının statistikasına nəzər yetirsəz, ticarət olunan və dövriyyənin 90%-dən üst hissəsi istiqrazlar üzərindəndir. Bu da nə deməkdir? İnsanlar və fərdi şəxslər və hüquqi şəxslər şirkətlərin borc kağızlarına investisiya edirlər. Borc kağızları ilə səhm arasındakı fərqi də biz izah edə bilərik əslində.
səhmlərə investisiya etdikdə siz həmin şirkətin pay sahibi olursunuz və şirkətin uğuru bir növ sizin investisiyanın uğuruna bərabər olur. Pay sahibi nə qədər faiz var mı orada? Nə qədər də pay sahibi? Faiz nisbətini özünüz seçirsiniz. Yəni məbləğə görə faiz kapitaldan bir formalaşan bir məbləğdir. Misal üçün Bakı Fond birjasında ticarət olunan, ən çox ticarət olunan səhmlərin siyahısına baxsaz, elə təmsil etdiyim Beynəlxalq Bankın səhmlərini orada vurğulaya bilərsiniz və ya digər bankların və ya digər şirkətlərin səhmləri ticarət olunur. Düzdür, səmimi etiraf etmək istəyərik ki, ticarət dövrələri o qədər də yüksək deyil. Bunun da öz xüsusi səbəbləri var, səbəblərə də toxunacağam. Ancaq, bəli, səhmlər var, digər tərəfdən istiqrazlar var. Maliyyə Nazirliyinin istiqrazları dövlət istiqrazlarını təmsil edirsə, digər şirkətlərin də korporativ istiqrazları digər segmenti təmsil edir. Və orada gəlirlik, yenə də risk, müddət, məbləğ, bu parametrlər öz rolunu oynayır. Risklərdən və müddəti əsas mən çünki bilirəm ki, insanların əndə nə sual verir. Həmin bu risklər və müddət hansı dönəmlərə əhatə edir? Risklər amili və müddət əsasən? Baxın, investordan çox şey asılıdır. Biz daimi müştərilərlə danışırıq, kommunikasiyada oluruq və elə müştəri var ki, deyir ki, mən qısa müddətli investisiya etmək istəyirəm. Gəlir az ola bilər, amma qısa müddətli olsun, mən ana məbləğ qoyuluşu, bu kapital qoyuluşunu tez geri alım. Bu bir yanaşmadır. Və digər tərəfdən bütün dünyada mərkəzi bankların çox faiz dərəcələrini qaldırırlar. Nəticədə dövlət qiymətli kağızların gəlirliyi kifayət qədər yüksəkdir. Və elə investorlar var ki, bunun misal üçün 3 ildən çox davam etməyəcəyini düşünərək indidən 5 illik, 6 illik qiymətli kağıza investisiya etmək istəyirlər. Bir növ sabit gəlirini sığorta alır uzun müddətdə. Amma fərqli yanaşma ola bilər. Misal üçün bu faiz dərəcələrinə toxunduq. Faiz dərəcələri bütün dünyada qalxır və ən çox müzakirə olunan Amerikada bu uçot faiz dərəcəsinin qalxmağıdırsa, Amerikanın dövlət qiymətli kağızları üzrə gəlirli 4% ilə 6%-nin arasında dəyişə bilər və hətta yuxarıda ola bilər, yəni müddətdən asılı olaraq. Və buna analoji olaraq korporativ qiymətli kağızlar istiqrazların da faizləri proporsional olaraq qalxır. Çünki bəli, bu bir-birinə bağlı zəncirləri bağlı. Bəli, çünki dövlət qiymətli kağızların riski daha aşağıdır, korporativ istiqrazların riski daha yüksəkdir. O riski də artıq faiz ödəməklə bir növ kompensasiya olunur. Yəni, yenə də yekunda bu Azərbaycan da tam olaraq anlayışını indi ifadə edə bilməyəcəm. Bu investorun, yəni kim ki investisiya yatırım edəcək, onun profilindən çox şey asılıdır. Biz onu aydınlaşdırmağa çalışırıq ilk kontaktda ki, Bunun yəni ki, məşğul olacaq sahə məsələsidir. Sahə yox, investisiya vermək qabiliyyətini aydınlaşdırmaq. Sizin vəsaitiniz nə qədərdir? Nə qədər faizini risk adını altmağa riskini götürə bilərsiniz? Məbləğiniz nə qədərdir? İnvestisiya edəcəyiniz müddət nə qədərdir? Bir sıra sualların nəticəsi olaraq biz sizin profilinizi müəyyənləşdiririk ki, sizə uyğun portfel budur. Bunun 40% qiymətli kağızlar dediyimiz səhmi olsun. Misal üçün faizləri atıram. 30% istiqraz olsun və 30% nəqd vəsaitdə saxlayın. Yəni bu diversifikasiya etməklə riskinizi azaldırsınız. Yəni bütün bu proseslər yəni sahibkarların dinləmələrdən sonra olur da. Çünki yəni elə havadan tutmaq söhbətdə deyil. Yəni bu dinləmələr, araşdırmalar, müzakirələrdən. Yəni belə bir proses ən azı bir sahibkar üçün müraciət əsasına nə qədər bir müddət tələb olunur? Yəni dinləmələr, bankla bu investisiya məsələsinin müzakirəsi, yəni tutaq ki, biz sahibkarda heç vaxt istifadə etməyib və sizin banka və ya da başqa bir banka müraciət edəcək. O müddət hər zaman bizdə bu dəqiqə o söz vardır, vaxt qızıldır məsələsi. Elə edim ki, hər şeylə saatləşmə işi gedir. Yəni belə bir prosesdə müddətin önəmi nə qədərdir və daha doğrusu zaman aralığı nə qədərdir? Belə deyim, investorun kapital bazarına gəlişindən vəsaitini hər hansı bir qiymətli kağıza investisiya müddəti arasında çox uzun bir vaxt aparmır. Yenə də bu bir növ satıcının, bu belə deyim, bizim şirkətin təmsilçisinin bacarığından çox şey asılıdır. Nə qədər lazımı sualların cavabını almaqla təklifi hazırlamaq arasında. Qarşı tərəfin, sahibkarın da özünün də hazırlığı çox önəmlidir. Bəli, çox önəmlidir. Net və qərarlı fikir varsa, istiqaməti varsa, o da çox kömək edəcək. Bəli, bizim prioritet istiqamətlərimizdən biri də potensial investorların maliyyə savadının artırılmasıdır. Çünki yekunda bu bir investisiyadır. Bəli. Və
investor vəsaitini harası yatırırsa, nəyə yatırdığını, niyə yatırdığını, suallarının cavabı özünün aydın olmalıdır. Bunun üçün də müəyyən bir biliklər lazımdır. Bu sırf kapital bazarına aid bir hissədə xüsusilə önəmlidir və digər mövzuda bizim bu startaplarda isə bəlkə ondan da daha çox önəmlidir. Çünki startaplar daha çox riskli və amma geri dönüşü daha çox ola biləcək bir istiqamətdir. Amma əksi də ola bilər. Əksi də ola bilər, bəli, əlbəttə ki. Bu baxımdan bunun da yeganə çıxış yolu nədir? İndi sözü yəqin ki, həmkarımız Bəli, startaplara gəlir yola. Bəli, onun da çıxış yolu nədir? Nə qədər çox biz savadla güclənsə, biliklə güclənsə, daha rahat investisiya qərarlarını verə biləcəyik. Bu istiqamətdə də müxtəlif məktəblər var və danışaq bu arada. Yəni sizə də sualım yanacaq startaplarla bağlı. Amma Afan mən də eşidək. Afan mən bir daha salamlayırıq. Salam. Xoş gəldiniz deyirik bir daha və qaydaq istiqamətlərdən biri də bizim mövzumuzun istiqamətlərindən biri investisiya imkanlarına yanaşı elə startaplar da bir investisiya istiqamətidir. Amma istər istiqrazlar, istər səhiyyə məsələləri bu son illərin biznes mühitində canlanmalardan sonra istiqrazlara, istər korporativ istiqraz məsələsidir. Bizdə dünya təcrübəsini istinad elədik, beynəlxalq biznes mühitinin verdiyi qaydalar əsasında biz bu mühiti də özümüz üçün yaxşı bir formada qura bilmişik. Startaplar da və son dönəmlərdə mən tez-tez sosial media hesablarında baxıram, biznes səhifələrində yeni layihələr üzə çıxır, yeni startaplar gəlir və bizim çevrəmizdə kifayət qədər dostlarım var ki, həm xaricdə, həm də bunu yerli olaraq idarə edənlər və startap layihələrini başladanlar var. Ümumiyyətlə bizim bu son dönəmlərdə başlanğıc üçün və bu layihənin içində olan adam kimi soruşmaq istərdim ki, son dönəmlərin startap layihələrinin istiqamətləri ən çox nələrdir və startaplara baxış necədir? Öncəliklə buna toxunaq, sonra istiqamətlərə keçək. Buyurun. Tamam, belə deyək, Azərbaycanda hazırda bu startaplar və startaplara investisiya yeni sahədir və startap quran insanlar, belə də entrepreneur deyək, bunların sayı Azərbaycanda gündən-günə çoxalır. Amma bu entrepreneurlərin ən böyük risklərindən biri də bunlara yatırım tapmaqdır. Öz startaplarını inkişaf elətdirmək üçün investisiya imkanlarının ölkəmizdə nə qədər olması məsələsidir. Yəni o zaman o gündəmə çıxan bir məsələyə çevrilir. Və belə desək, Azərbaycanda yaranmış startaplar, yəni kökü Azərbaycanda olan, istər texniki tərəfi, istər fikir tərəfi Azərbaycandan çıxan startaplara baxırıq ki, əsasən xaricdən investisiyalar çəkməyə çalışırlar. Xarici fondlardan investisiyalar almağa çalışırlar. Məsələ bundan ibarətdir. Yerli istər fondlar olsun, istərsə də şəxslər olsun, yəni bu fərdi sahibkarlar da bura yatırımlar eləyə bilər, bu mümkündür. Buradan çox effektiv nəticələr almaq olmur. Düzdür, startaplar biraz əvvəl vurğulandığı kimi risklər çox olsa da, yatırım riskləri çox olsa da, amma geri dönüşüm olaraq da bu risklə düz mütənasib olaraqdır. Yəni siz risk eləyirsiniz, çünki burada startapın tutmama ehtimalı var, yəni batma ehtimalı var, batma ehtimalı var və bəli. Amma tutarsa bu ehtimal sizin belə deyək də həyatınızı dəyişəcək, milyonlar vəsaitinizin olmasına gətirib çıxarda biləcəyi bir formata çevrilir. O biznesdə risk dediyimiz amil həm də bu startaplar. Təbii ki, bir mənalı şəkildə. Və dediyim kimi startaplar günün ən effektiv yatırım vasitələrindən biri hesab olunur. Və biz də Azərbaycanda Fərid İsmailzadə, hansı ki Hesabaz və Golden Pay-in yaradıcısı, hazırda Amerikada yaşayır və orada öz fəaliyyəti ilə məşğuldur. Amma Azərbaycan üçün, öz ölkəsi üçün maraqlı bir iş görmək, köklü formada dəyişikliklər etmək, hansı ki bu startaplara investisiya yönündə, dəyişikliklər etmək yönündə çox yaxşı bir təşəbbüs ortaya atdı. Və bu təşəbbüs öncədən, belə deyək, Mələk İnvestorlar Klubu yaradaraq başladı təşəbbüsə. Və Mələk İnvestorlar Klubuna könüllü şəkildə, belə deyək, bir növü öz əhatəsində olan insanlara təbii ki ilk formada mesajı ötürməyə çalışdı. Və sonra da belə qərar alındı ki, biz öz ətrafımızda deyil də daha çox insana çatmaq üçün nə edə bilərik? Və hansı ki bu yanaşma Azərbaycanda startaplara, belə deyək, startapların yaradılmasına, onlara investisiya edilməsinə köklü bir dəyişiklik olması lazımdır. Belə deyil, doğru deyilsə yerli startap anlayışı. Bəli, yerli startaplara investisiya anlayışı. Bəli. Və bu minvalla Mələk İnvestor Məktəbi yaradıldı. Bu yeni bir
belə də qurulmadır. Yeni bir 2 aydır deyərik. 2 aydan hətta daha az. Hətta biz dövlət statusunda da cənab nazir Mikayıl Cabbarov belə öz X belə deyək də X platformasında öz hesabında belə bir dəstək postu da paylaşdı. Bu bizim üçün çox mükəmməl bir yanaşma idi və bunu əsas alaraq da bir çox media qurumları, əsasən də platformalar, xəbər portalları press release olaraq bu haqqda yayımladılar. Və buradakı məqsəd, əsas məqsəd hissəsinə gələk. Məqsəd investor ola bilmək. Yəni necə startaplara investisiya eləməliyik? Risklərimizi necə minimuma endirməliyik? Bu yöndə təhsilin verilməsi və dediyim kimi bu yaradılarsa, bu təfəkkür inkişaf etdirilərsə, avtomatik olaraq Azərbaycanda yerli belə deyək də dostlarımızın fikir ortaya çıxarda biləcək dostlarımızın da bu motivasiyası deməkdir ki, bu günləri onlar xaricdə ən çox investisiya dəstəyini axtarırdılarsa, artıq Azərbaycanda da bu investisiya imkanlarını axtara biləcəklər. Çünki bu məktəbin əsas hədəfi 300 nəfər mələk investor anlayışı var. Hansı ki bu mələk investorlar bir növ investor deyillər. Bunlar belə deyək inananlardır. Yəni onlar heç bir qarşılıq gözləmədən pulları var və öz pullarını inandıqları startaplara investisiya edən adamlardır. Və onlar demirlər ki, nə vaxt geri dönüş alacaq. Yəni Azərbaycanda bu dəqiqə bir startapınız var, gedib siz istənilən bir sahibkardan və yaxud biznesmenden soruşsanız ki, buna yatırım eləyərsənmi? Birbaşa olaraq hesablama eləyəcək, neçə faizini mənə verirsən, nə vaxt biz geri dönürük? Çünki bu nə vaxt qoyduğumu götürəcəm. Nə vaxt qoyduğumu götürəcəm. Bəli, çünki bu necə deyirlər? Bizim ənənəvi format deyil deyə, ənənəvi investisiya formatı deyil deyə, yenidir deyə. İnsanlar da burada ənənəvi formatda davranmağa çalışırlar. Belə də bazar formatında. Müraciətlərdə bu da var ki, yəni baxış müraciətlər əsasında deyirlər ki, yaxşı mən investisiya yatırdım, nə vaxt götürəcəm? Bu məktəb, Mələk İnvestorlar Məktəbi əslində bu anlayışı yox eləmək istəyir. Məsələ bundan ibarətdir. Və burada bizim hədəfimiz 300 nəfərdir. Hədəfimiz 300 nəfərdir. Əslində 300 nəfər belə 10 milyon içərisində 300 nəfər çox az rəqəm olsa da, amma bu rəqəmə çatmaq üçün biz nələr edirik? O məsələ ilə bağlı da danışarıq ki, nə qədər biz həqiqətən də bu işin arxasında zəhmət çəkilir. Yəni o məsələ ilə bağlı ona da birazdan İlerleyen dəqiqələrdə toxunacaq, bəli. Yaxşı bir ideyadır əslində. O deyir ki, inananlar, ona görə ad da yaxşı seçilib ki, yəni könüldə inananlar, mələk formasına inananlardır. Bəli. Və bu startup layihələrinə də siz tərəfdən də toxunmaq istəyirik ki, bu yeni gəlib çıxır pul məsələsinə, investisiya məsələsinə. Familəm də dediyi kimi, startuplar elədir ki, uğur da ola bilər, deməli, uğursuzluq da ola bilər. Yəni, bu gözləniləndir. Tutaq ki, müraciət olunur sizə də və investisiya edilməsindən bağlı. Yəni, bütün bunlar gözə alınır da, təbii ki, mən bu layihəyə nə investisiya almaq istəyirəm, misal üçün, sizin bank və digər bu kimi yöndə olanlar və bunun risk da amili nəzər alınır və bunun müsbət amili də nəzər alınır. Yəni, bu kimi məqamlarda incəliklər nələrdir ki, onlara getmək lazımdır deyə bir söz var. Çünki bu dəqiqə biz dinləyənlər var ki, qardaş, riskdirsə ne gedirik ki? Yəni, bu yanaşma həmişə belədir də. Bizdə o ənənəvi hələ beynimizdən çıxmayıb. 2 manat verək, 3 manat alaq, 3 manat verək, 5 manat alaq yanaşmasıdır. Və təəssüf olsun ki, buradan bəzi iş adamı, bəzi marketingi, PR-ı başa düşənlər şükürdülər ki, çoxalmaqdadır və bilirlər də. Amma bəzi şirkət sahibləri məndən soruşurlar ki, bir təlimlər olmuşdur ki, şirkət CEO-su maliyyəni bilməlidirmi? Qeyri-maliyyə fonunda maliyyəni bilməlidir. Bəli, peşəkar deyil. Qeyri-maliyyə fonunda maliyyəni bilməlidir ki, çünki bu şirkətin CEO-sudur. Maliyyəni bilsə lap yaxşı, amma ən azı qeyri-maliyyə fonunda maliyyəni bilməlidir. Bu bir nüans. İkinci nüans da ki, o ənənəvidən artıq yavaş-yavaş, mən özüm artıq bəzən bizə müraciət edən, əməkdaşlığa gələn deyir ki, yaxşı, bugün gəldim, sabah nə qədər qapımdan mı dayanacaqlar? Amma başa salmaq olmur ki, yox, belə bir anlayış yoxdur. İllərdir bazarda deyilsən və illərdir bu xidməti təqdim edirsən, bu xidmətdə qəbul edən insanlar sizi sevməli, sizi araşdırmalı. Xidmətin bir tərəfə əgər sizdən
təqdimatı bizdəndirsə, faydalanmaq məsələsindən yenə sizə bağlıdır. Niyə görə? Sizin artıq şirkətin baxışı məsələsi var. Bugün biz sizi təqdim edək, eləmi? Tutaq ki, başqa bir markanı təqdim edək. Əgər qarşı tərəfdə xüsusi bir qaynar xəttinizdə negativlik varsa, 24 saatdır 7 saatdan artıq əgər qaynar xəttə cavab verilmirsə və ya da call center sistemində uyğunsuzluq varsa, sosial media hesablarında uyğunsuzluq varsa, bu reklam bizdə mi günahdır, yoxsa necə? Yəni bu kimi nüanslar var, incə nüanslar. Yenidən startaplara qaydırıq. O startaplardakı risk və incə nüanslar nədir ki, ona getmək lazımdır? Çox sağ olun sual üçün. Startaplarda ola bilər statistik məlumat tam da son məlumat deyil, amma mən xatırladığım odur ki, startapların uğurlu və uğursuz startapların faiz nisbətinə baxsaq, ilk 3 ildə toplam startapların 90%-dən üstü uğursuz olur. Və bu əslində məbləğ yüksək görsənsə də bu normal bir haldır. Çünki startaplar nə deməkdir? Bir neçə şəxs də ola bilər, toplanırlar bir ideya ətrafında və o ideyanı biznesə çevirmək lazımdır. İndiki dövrdə hər hansısa bir yeni innovativ ideya ilə gəlib, təkrarlanmayan ideya ilə gəlib, bazarda uğur qazanmaq çox çətindir. Xüsusilə də bu AI dediyimiz, bu yeni süni intellektlə, süni intellekt dövründə yaşadığımız dövrdə nə ilənsə cəmiyyəti təəccübləndirmək çox çətindir. Tarixə baxsaq, indi böyük zövqlə istifadə etdiyimiz bir neçə xidmətin, məhsulun əvvəli startup olaraq olub. Yəni bunu biz hamı indi çox adam Apple şirkətinin telefonlarını, saatlarını, qulaqçıqlarını hər bir neçə modelini istifadə edə bilər, amma bəli indi çox rahatdır bu şirkət haqqında danışmaq, rəqəmləri inanılmaz böyük rəqəmlərdən, gəlirlikdən, mənfəətdən söhbət gedir, amma siz bunun kökünə gəlib çıxsaz, bu startup olub və uğurlu startup olub, investorları vaxtında toparlaya bilir. Yəni istəyirsiniz ki, bu da zamanın startup olub. Bəli, o zamanın startupında uğurlu olub. Amma gəlin baxaq ki, Apple şirkəti 2023-cü ildə təsis edilsəydi, o uğur olmayacaqdı. Çünki dövr o dövr deyil, rəqabət apardığınız şirkətlər o şirkətlər deyil və tələblər, təkliflər tamamilə fərqlidir. Bu baxımda startup ümumiyyətcə nə üçün lazımdır? Çünki ideyanız var, düşüncəniz var, sadəcə vəsait lazımdır ki, bunu daha böyük həcmə çatdırmaq üçün və bu istiqamətdə bu yeni təsis edilmiş məktəbdən də mən startaplarda maraq olanları istifadə etməyə dəvət edirəm. Biz özümüz də iştirak eləyəcəyik. Biz dediyimiz mən nadir olaraq mən özümə də çox maraqlıdır. Bu startap tərəflərdəndir və Azərbaycan əhalisi, bəli, bu müəyyən bir vaxt aparacaqdır. Çünki zaman aparacaqdır. Siz sorğu keçirsəz, 90%-in üstündə insanlar nə investisiya etməyə soruşsaz, bank depozitlərindən yekunlaşacaqdır bu. Yaxşı halda, pis halda yastıq altında yatan vəsaitlər çevriləcəkdir və bizim işimiz bu vəsaiti iqtisadiyyata qatmaqdır. Çünki ölkənin inkişafı iqtisadiyyatın inkişafına birbaşa bağlıdır. Pul iqtisadiyyata girməlidir ki, pul gətirsin və daxili məhsul və s. belə deyim, əmsalların nəzərə yetirsə, bu bizim üçün çox önəmlidir. Biz bunu anlayırıq, biz şirkət olaraq, kapital bazarının iştirakçısı olaraq bu məsuliyyəti tam anlayırıq və bizim işimiz bu ənənəni, bu vərdişi əhaliyə çatdırmaqdır. Və yavaş bunun təbliğatını yaxşı formada aparmaqdır. Çox üzrəm, bəli, bir tərəfdən bu məktəb var. Orada müəyyən bir təhsil alacaq. Bu qayıdacaq bəlkə sizin diskussiyanıza. Digər tərəfdən isə bu vərdiş olmalıdır. Vərdişin də formalaşması üçün biz şirkət olaraq da biz neynədik? Biz bank tətbiqində investisiya alətini təqdim etdik əhaliyə və ora ilkin etapda Amerika birjalında ticarət olunan səhmləri gətirdik ora. Yəni siz Apple-ın səhmini almaq istəyirsinizsə, bu sizdə maksimum 20 dəqiqə vaxt aparacaqdır. İlk 10-15 dəqiqəsi qeydiyyat üçün. Daha sonra baxacaqsınız, analiz edib alacaqsınız, olacaqsınız Apple şirkətinin səhmdarı. Kifayət qədər asan bir yoldur. Bir adamlığında və əlinin içində. Bəli, bizim içindədir. Bu sizin adınıza rəsmiləşir, sığortalanır. Sığorta dediyimiz nədir? Broker şirkətlərin default riskindən sığortalanmaq üçün Amerikada belə bir korporasiya o tərəfindən sığortalanır və s. Növbəti olaraq biz nə edəcəyik? Biz Bakı Fonu birjasını gətirəcəyik həmin platformaya ki, Azərbaycan
da ticarət olunan qiymətli kağızlar, səhm və istiqrazlara da bizim müştərilərimiz mobil tətbiq üzərindən ticarət etmək imkanı əldə etsinlər. Bu növbəti addımımız olacaqdır. Və startaplar da niyə ondan sonraki addım olmasın, misal üçün, olsun. Yəni mən nadir olaraq risk edirəmsə, az risk etmək istəyirəmsə istiqraz alacağam, biraz çox risk etmək istəyirəm, səhmləri gedəcəm. Yox, risk iştahım böyükdürsə, mən gedib startaplara investisiya edəcəm. Və risk çox önəmlidir. Mən tamamilə razıyam o fikirlə ki, istənilən şirkətin rəhbəri, xüsusilə də digər istənilən şirkətin rəhbəri, bu maliyyə sektoru olmaya bilər, amma maliyyə savadı mütləq olmalıdır. Niyə lazımdır? Çünki maliyyə hesabatlarını oxumaq vacibdir, balans hesabatıdır, gəlir xərc hesabatı. Yəni bu barədə anlayışı olmayan şəxsin rəhbər olmaq, uğurlu rəhbər olmaq ehtimalı olsa da, reallıq budur, amma uğurlu rəhbər olmaq ehtimalı çox aşağıdır. Təşəkkür edirəm. Buyurun. Bayaqçı sözümüzə bir ürəyimizdən dediniz müəllim. Ürəyimizdən dediniz. Söhbətimizi biz davam etdirəcəyik dostlar. İndi bir neçə dəqiqəlik yenə fasiləmiz olacaq. Amma bizimlə qalın. Yeni investisiya imkanları və startap layihələrindən danışırıq. Möhtəşəm bir efirimiz var. Hər iki qonağımıza təşəkkür edirik ki, necə incəliklərinə qədər bildirirlər. Əsl ürəyimdən xəbər verilən bir efiri yaşayırıq sizinlə bərabər. Siz də fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Startaplarla bağlı ideyanız, fikriniz varsa, bax buradan biz yaradıcı dostlarımıza səsləndirik ki, fikirlərinizi bölüşə bilərsiniz. 099 810 33 ixtiyarınızda da yaza bilərsiniz. Fikirlər var, sosial media üzərindən gəlib onları da səsləndirəcəm. Bu arada hər zaman olduğu kimi yenidən dostlarımıza təşəkkür etmək borcumuz var. Baş sponsorumuz Sopsandır. Ev təmirində, boya seçimində başqa marka axtarmırıq. Hər zaman deyirik ki, və satış nöqtələrində ustalarımız da deyir, Sopsan varsa almaq lazımdır. Çünki işin içərisində keyfiyyət var, illərin güvəni var. Ulduz 45-45 ixtiyarınızda da. Səhətimizdə hər hansı bir problem olarsa çox düşünmürük. Vaxt itirmədən West Hospitala müraciət edirik. Buranın həkim, peşəkar həkim komandası sizi sağlam edəcəklər. Kənd təsərrüfatı təyinatlı suvarma sistemlərini və avadanlıqlarının satışını, quraşdırılmasını həyata keçirən Onur Plus şirkəti haqqında danışım ki, damcı suvarma borusu, polietilen boru və birləşdirici hissələr, damcı suvarma birləşdirici hissələr, filtrasiya və gübrələmə sistemləri, yağmurlama sistemləri, ventillər, qablin birləşdiricilər, avtomatik suvarma sistemləri, elektrik nasosları, dizel nasoslar, benzin nasoslar və bütün bu suvarma sistemlərindən əldə etmək üçün 070 612 2021 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. 10 ildən artıqdır ki, tikinti sahəsində olan Over Metalın dam örtüklərindən hər kəs alır. Siz də faydalanın tikintidə, eviniz üçün də fərq etməz, fərdi və yaxud da ki, ümumiyyətlə yaşayış üçün lazım olan dam örtüklərini siz də əldə edə bilərsiniz. 055 388 22 82 ixtiyarınızdadır. 2018-ci ildən fəaliyyət göstərən Green Stream International inşaat materiallarının və alətlərinin ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Ölkə üzrə 4 filiala malikdir. Müxtəlif inşaat materiallarına sifariş etmək üçün 055 203 6010 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Avtomobilinizin yağ markasını dəyişmək istəyirsinizsə, mənim isə tövsiyəm Rapid yağlardır. Çünki mən özüm də Rapid yağlarını istifadə edirəm. Mükəmməldir. Azərbaycanda 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə etmək olar. Alman texnologiyası ilə birləşmiş Ərəb Əmirliyində istehsal edilir. Türkiyədə təhsil almaq üçün Atatürk Dövlət Universitetində attestatla qiyabi təhsil almaq imkanı var. Özdə Türkiyəyə getmədən qeydiyyat, istədiyiniz şəhərdə imtahan seçimi. İlkin cəmi ödəniş 640 manat və 2 hissəli ödəmə də var. Edge Global xaricdə təhsil şirkətindən bu mümkündür. 055 214 1033 nömrəsini əlaqə saxlayıb radiodan dinlədim deyə sizə dərhal dəstək olacaqlar. Maliyyə, mühasibatlıq, vergi və kadr xidmətləri sahəsində fəaliyyət göstərən Akvin qrupa da müraciət edə bilərsiniz. 17 ildən artıq təcrübəyə malikdilər. Və bizə yazan bir neçə fikirlər var. Cavablarını isə reklamdan sonra deyərik. Elçin müəllim yazır ki, salamlar, aleyküm salam. Son dönəmlərdə yeni startaplarla maraqlanır. Bizim gənclərin maraqlı ideyaları var. Sizcə daha hansı mövzu və sahalar üzrə belə ideyalara ehtiyac var yazılmışdı. Səsləndirərik, Fahim müəllimlə səsləndirərək marağı, Nadim müəllim müraciətlərə məsələsinə toxunar. Vaqif bəy yazır ki, yeni yananan şirkətlərə necə əlavə dəstək olmaq olar? Şirkətlər yananır, sonradan maliyyəsi olmadıqca ideyalar və istiqamətlər heç olur gedir. Sizcə necə bir dəstək bu şirkətləri xilas edə bilər? Toxlanırıq, heç bir problem yoxdur. Diqqətiniz bizdə olsun, əsas odur. Araz Radyosu'nda reklam vaxtı. Ev tikənlərə sərfəli xəbər. Təmir tikinti materiallarından dekorativ əşyalara. Evin üçün hər şey Abşeron Ticarət Mərkəzində. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Rökbatan dairəsinin yanı.
Sopsan keyfiyyət deməkdir. İstənilən növ daxili və fasad, dekorativ, antibakteriyal boyalar, lak və yapışdırıcılar Sopsanda. Məhsullarımızı bol çeşid və sərfəli satış şərtləri ilə bütün boya ticarət obyektləri və sopsan.com saytından əldə edə bilərsiniz. Ulduz 4545. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışına, quraşdırılmasına həyata keçirən Onur Plus şirkəti Amerika Birləşmiş Ştatları, Türkiyə və İsrail istehsalı olan sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxarılan məhsulların keyfiyyətinə tam zəmanət verir. Suvarma sistemləri ilə maraqlananlar 070 612 2021 nömrəsi ilə əlaqə saxlaya Onur Plus az saytına daxil ola bilərlər. Mühasibatlıq, vergi və kadr xidmətləri sahəsində fəaliyyət göstərən Akfin Qrup 17 ildən artıq peşəkar təcrübəyə malik heyətdən ibarətdir. Akfin Qrupla əməkdaşlıq edə biznesinizin inkişafına və dinamik idarə etməsinə nail olub peşəkar mühasib kurslarına qoşula bilərsiniz. Telefon 070 828 88. 10 ildən artıqdır tikinti sahəsində olan Overmetal dam örtükləri, sandviç panel və aksesuarların idxalı, distribütorluğu, topdan və pərakəndə satışını həyata keçirir. Məhsullar beynəlxalq standartlara uyğun keyfiyyət sertifikatına malikdir. Overmetaldan alan razı qalır. Telefon 055 388 22 82. Azər Lotereyadan yeni poz qazan oyunu. Dan ulduzu artıq satışdadır. 4 biletdə 100 min manat, 6 biletdə 10 min manat, 500 biletdə isə 1000 manat. Üstəlik 2 oyunu ilə 2 qat həyəcan da səni gözləyir. Dan ulduzu səni arzularına aparsın. Azər Lotereya. Keyfiyyətli məhsulu endirim mövsümündə həm də tam sərfəli şərtlərlə almaq istəyənlər yenə də yolunu Salitondan salacaqlar. Nağd alışda endirimli qiymətlərdən faydalanmağa tələsin. Üstəlik indi istədiyiniz məhsulu nağd qiymətini 3 aya bölərək faizsiz hissəli ödənişlə əldə edə bilərsiniz. Saliton, hər kəsə sərfəli. Telefon 180, rəsmi sayt saliton.az. Parlat Smart, ayakkabın rahat. Parlat Smart, adımını güçlü at. Parlat Smart, seçimin olsun Smart, olsun Smart. Smart, ayakkabınız üçün ağıllı seçim. Misli ilə sürprizlər mövsümü davam edir. İstənilən idman mərc və tirajlı lotereya oyna. Audi Q7 və yüzlərlə dəyərli sürprizlər qazanmaq şansı əldə et. Qaliblər hər həftə CBC Sportda canlı yayımda seçiləcək. Hədiyyə sevincini Misli ilə yaşa. Sahibkarların nəzərinə ABB Business İnternet Bank platforması yeniliklərlə qarşınızda. İndi nağdsız ödənişlərin qəbulu üçün e-ticarət, POS və mobil POS terminalları banka gəlmədən sifariş edə bilərsiniz. Ətraflı 937. Araz Radyosunda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes mərkəzində ol. Baş sponsor Sopsan Boya. Xüsusi sponsorlar West Hospital, Rapid avtomobil yağları, Overmetal dam örtükləri. Green Stream International İnşaat Materialları şirkəti, Onur Plast, suvarma sistemləri və Edda Global xaricdə təhsil. Sponsor Akfin Group. Özgesiyle düşünmek sensiz tenha kimiyim gezip dolaşıp eşk hevesiyle dertleri olmayan dünya kimiyim gelip ovudurum bir özgesiyle düşünmek sensiz tenha kimiyim gezip dolaşıp eşk hevesiyle dertleri olmayan dünya kimiyim. Bilirim adımı tez tez alırsan, hayal edip fikirlere dalırsan, çok uzağım boşuna sen aktarırsan, üfü görülmez
Kalbimi avuduram bir özgesiyle. Düşünme ki sensiz tenha kimiyem. Gezip dolaşıp eşk hevesiyle. Dertleri olmayan dünya kimiyem. Kalbimi avuduram bir özgesiyle. Düşünme ki sensiz tenha kimiyem. Gezip dolaşıp eşk hevesiyle. Dertleri olmayan dünya kimiyem. Bilirim adımı tez tez alırsan. Hayal edip fikirlere dalırsan. Çok uzağım boşuna sen aktarırsan. Üfü görülmez derya kimiyem. Bilirim adımı tez tez alırsan. Hayal edip fikirlere dalırsan. Çok uzağım boşuna sen aktarırsan. Üfü görülmez derya kimiyem. Bilirim Bilirim adımı tez tez alırsan. Hayal edip fikirlere dalırsan. Çok uzağım boşuna sen aktarırsan. Üfü görülmez derya kimiyem. Bilirim Sahibkarlıq sirlərindən liderlik məsləhətlərinə qədər biznesin hər sahəsini əhatə edirik. Biznes mərkəzi həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. Dostlar, ilk saatimizi yavaş-yavaş yekunlaşdırırıq və sizin yazdığınız suallar və digər suallar da var yeri gəlmişkən. Samir bəyin də sualı var ki, mənə görə şirkətlərimizin çoxunun marka olmaq vaxtı çatıb, niyə xarici bazarlara çox çıxa bilmirik? Belə bir fikir də var. Bəlkə startaplarla o bazar məsələsini. Bəli, Zamin bəy də yazır ki, mənə görə bugün bəzi şirkətlərimizin geniş istiqamətdə çalışa bilməməsinin səbəbi düzgün komanda işinin olması, marketing işindən. Bu barədə də toxunarıq, bəli, qısa bir dedik, amma əsas ideyalar var ki, startup layihələrindən o suallarımız da qalıb. Ardıcıl gedəcək və siz də fikirlərinizi yaza bilərsiniz bizə. Dostlar, yeni investisiya imkanları və startuplardan danışırıq. Yeni startup yanaşmaları, layihələr, bunlarla bağlı fikirləriniz varsa bizimlə bölüşə bilərsiniz. 099 810 33 WhatsApp nömrəmizə həm yazan və səsli mesaj göndərə bilərsiniz. İkinci saatımızda da müzakirəmiz var. İkinci saatımızın tam yarısından sonra isə təxminən 2 yarısı 2-yə qalmışdansa bizim yarışmamız da olacaq. Biznes yarışması. Orada qoşula bilərsiniz və sual-cavab biznes yarışmasına iştirak edib doğru cavab verib hədiyyə də qazanmaq imkanınız var. İkinci saatımıza keçid edəcək və bu arada bir daha dostlarımıza minnətdarıq. Baş sponsorumuz Sopsana təşəkkür edirik. Ev təminində bu iş seçimində bizə başqa marka axtarma imkan vermirlər. Çünki keyfiyyət var və keyfiyyətə görə biz başqa marka niyə axtaraq ki? Çünki Sopsan var orada. Çünki o işin içində peşəkarlıq var. Sopsan demək keyfiyyət deməkdir. Səhətimizdə hər hansı bir problem varsa çox düşünmürük. West Hospital'a üst tuturuq. Buranın peşəkar həkim komandası bizi sağlam edəcək. İkinci saatimizdə görüşərik.
Salam, hər vaxtınız xeyir əziz dinləyicilər. Efirdə xəbərlərdir. Studiyada mənəm Günel Qədimova. Bugündən asan xidmət xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq. Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə Qərbi Azərbaycan toponimləri tarixin tərif olunmasından ədalətin bərpa edilməsinə də mövzusunda ictimai dinləmədə deyib. Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımlar atırıq. Hazırda sanksiyalarla bağlı danışmaq Ermənistan Azərbaycan arasında davam edən sülh səylərini pozmaq riskinə malikdir. Bunu Kanadanın Ermənistandakı səfiri Andrew Turner Kanada Parlamentinin aşağı palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib. Səfir deyib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi ilə bağlı səyləri sarsıda bilər. Onun sözlərinə görə hazırda sanksiyalar yolunu seçmək davam edən sülh səylərini pozmaq riski daşıyır. Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn Fransadan hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalara şahid olduq. Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüşlərdən və müzakirələrdən geri çəkilməsinə səbəb oldu deyə diplomat qeyd edib. Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejimində artıq hazırdır və Medinex 2023 sərgisində nümayiş olunacaq. Randevu sistemi ilin sonunadək bir neçə xəstəxanada test rejimində çalışacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Aynura Əhmədova deyib. Onun sözlərinə görə sərgidə e-təbib mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək. Sərgidə həmçinin çəkisi 4 kiloqramdan az olan rentgen cihazı da təqdim ediləcək. İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da dəqiq nəticələrin əldə olmasına imkan yaradır deyə o əlavə edib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları daha bir yol ayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edib. Qurumdan bildirilib ki, bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar. Belə ki, Nərimanov rayonu Təbriz küçəsi ilə Ağa Nemətullah küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətullah küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır. Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib. Əziz dinləyicilər, mənim çatdıracaqlarım hələlik bu qədər. Növbəti saatda eşidilərik. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinləyirsiniz. Qaraciyərdə olan problemləri məhz bu simptomlarla bilmək olar. Həkimlər bildirir ki, qaraciyər xəstəlikləri zamanı dilin üzərində qalın sarı və ya sarılı-yaşılı ərp əmələ gələ bilər. İkinci, qaraciyər patologiyaları zamanı qan laxtalanması prosesində pozulmalar inkişaf edə bilər ki, nəticə xəstədə burun qanaxmaları belə baş verə bilər. Dərinin, gözlərin, selilik işarların saralması. Bu hepatit və hətta qaraciyər serozuna işarə edə bilər. Ağızda acı dad. Bəli, bu simptomun da xroniki xarakter olması müxtəlif qaraciyər xəstəliklərinə və hətta qaraciyər xərçəngi və seroza işarə edə bilər. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinlədiniz. Araz Radiosunda reklam vaxtı. Hörmətli xanımlar və cənablar, sağlam arıqlamaq və gözəl bədən quruluşuna sahib olmaq istəyirsiniz? Diaqnoz Tibb Mərkəzinin tibb üzrə fəlsəfə doktoru, endokrinoloq, diyetoloq Reyhan Mustafayeva ilə qısa müddətdə artıq şəkildən qurtula və fit bədənə sahib ola bilərsiniz. Əməliyyatsız yeni arıqlama cihazı ilə liposaksiyadan daha effektiv bədən şəkilləndirmə və arıqlamaq üçün ideal seçim Diaqnoz Tibb Mərkəzində. Artıq şəkildən qurtulun, sağlam və fit bədənə sahib olun. Ünvan: Əhmədli qəsəbəsi, Sarayeva küçəsi 38C. Məlumat telefonu 904, mobil 055 754 4303. Araz Radiosunda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın, mərkəzə gəlin.
Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes Mərkəzində ol. Baş sponsor Sopsan Boya. Xüsusi sponsorlar Best Hospital, Rapid avtomobil yağları, Overmetal dam örtükləri, Green Stream International İnşaat Materialları şirkəti, Onur Plast, suvarma sistemləri və Edda Global xaricdə təhsil. Sponsor Akfin Group. Gözümün ışığı olup fikirlerim senle dolu apardın beni kurtarıp tenhalıktan gönlümün denizi olup arzularıma kavuşup kaytardın beni şirin yuhuma çok yakın olup nefesin adını fırçalayıp denizin sesi beni oyadı sevgi nağmesi kalbimi sevindirirsen gözlerin seven yüreği unutma rağmen adını fırçalayıp denizin sesi beni oyadı sevgi nağmesi. Sevinirsen gözlerin seven yüreği unutma rağmen yine bulutlar çekiler senle ulduzlar sayrışar bu kara gecede sen benimle sen eğer ömrümün en güzel anı canımın sevdiği canı gözledim ben seni seven yüreği benle çok yakın olup nefesi adını fırçalayıp denizin sesi beni oyadı sevgi nefesi kalbimi sevindirirsen gözlerin seven yüreği unutma rağmen adını fırçalayıp denizin sesi beni oyadı sevgi nefesi kalbimi sevindirirsen gözlerin seven yüreği unutma rağmen adını fırçalayıp denizin sesi beni oyadı sevgi nefesi kalbimi sevindirir senin gözlerin seven yüreği unutma rağmen adını fırçalayıp denizin sesi beni oyadı sevgi nefesi kalbimi sevindirirsen gözlerin seven yüreği unutma rağmen adını fırçalayıp denizin sesi beni oyadı sevgi nefesi kalbimi sevindirirsen gözlerin seven yüreği unutma rağmen Sahibkarlıq sirlərindən liderlik məsləhətlərinə qədər biznesin hər sahəsini əhatə edirik. Biznes Mərkəzi həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında.
İş dünyasının aparıcı adları Biznes Mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz Biznes Mərkəzi Rüfət Nadirlinin təqdimatında. İkinci saatimiz başladı dostlar. Hər vaxtınız xeyirli və uğurlu olsun və qaldığımız yerdən də davam edirik. Yeni investisiya imkanları və startup layihələrindən danışırıq. Azərbaycan Beynəlxalq Bankının investisiya şirkətinin rəhbəri Nadir Babazadə və Max Kreativ şirkətinin rəhbəri Famil Tağıyev bizimlə bərabərdir. Famil müəllim, sizə ünvanlamaq istərdim. Mikrofona biraz da yaxın qalaq. Elçin müəllimin sualını son dönəmlərdə yeni startuplarla maraqlanıram. Bizim gənclərin maraqlı ideyaları var. Sizcə daha hansı mövzu və sahələr üzrə belə ideyalara ehtiyac var yazılmışdı? Münasibətinizi öyrənək. Hazırda belə desək, lokal çərçivədə, yəni Azərbaycanda ən çox belə deyək, hansı mən kateqoriyalar üzrə sayacağam ki, hansı startup kateqoriyaları daha çox inkişaf eləyir, gənclərin ora daha çox meyli var. Hazırda fintechdir, yəni ki, finans üzrə, finans texnologiyası üzrə qurulan startuplardır. Bundan başqa təhsil yönümlü, edutech deyilən təhsil yönümlü startuplardır. Bu dəyişir, istər böyüklər üçün, istər uşaqlar üçün, istər maliyyə savadlılığının artırılması yönündə hazırlanan startuplar, istər digər formatda. Bundan başqa reklam texnologiyası, AdTech, Advertising Technology dediyimiz yöndə startuplarımız var. Hətta bu startuplardan müxtəlif regionlarda keçirilən müsabiqələr olsun və s. iştirak edənlər var və uğurlu nailiyyət qazananlar var. Əsasən dediyim kimi bu fintech sahəsinə maraq daha çoxdur, amma bir haşiyə çıxmalıyam ki, bu sahə elə sahədir ki, bu məsələyə köklü baxmaq lazımdır. Burada istər qanunvericilik olsun, istər Mərkəzi Bankın yanaşması olsun və s. bunlar çox vacib əhəmiyyət kəsb eləyir. Bu mövzuda bu yöndə bir çətinliklərmi desək və yaxud yanaşmaların dəyişilməsini desək dəstək ola bilər. Əlbəttə ki, qeyd olunduğu kimi bu fintechlər xüsusilə vurğulandı. Mən böyük fəxr hisslə deyə bilərəm ki, bizim bankın, ABB Tech Akademiyanın məzunlarının da qoşulduğu komanda bu dediyimiz mobil tətbiqdəki məhsulu hazırlayıblar. Yəni kifayət qədər böyük potensial var işçi heyət baxımından. Bu developerlar lazımdır. Yəni məhsul ideya varsa, bunu həyata keçirmək üçün bunu kimsə yaratmalıdır. Və kifayət qədər ölkəmizdə yaxşı, peşəkar, potensiallı kadrlar var. Bunları sadəcə düzgün yönəltmək lazımdır. Düzgün məhsulla onlara çıxmaq lazımdır. Və indiki dövrdə siz suallardan biri də var idi ki, hansı istiqamətdə startuplar ola bilər və s. İstiqamət vermək asan ola bilər, amma ideyanla gəlmək, tutarlı ideyanla gəlmək çox çətin və bu nümunəsini gətirmək olmur. Çünki biz nümunəsini gətiririksə, demək ki, bu hardasa müzakirə olunub və o try olunub, ya uğurlu olub, ya uğursuz olub. Amma innovativ ideyanla gəlmək lazımdır. İndiki ilk saatda toxunduğumuz süni intellektin gətirdiyi üsullərdən mütləq istifadə etmək lazımdır və bu müxtəlif sahələr ola bilər, amma ideya var, peşəkar var, bir müddət sonra vəsaitə ehtiyac yaranır və burada da investorlar dediyimiz bu mələk investor olsun və növbəti etap investorlar olsun, gəlib ora gəlib çıxır və yekunda insanlara nə lazımdır? İnandığı layihəyə vəsait yatırsınlar, o şirkətdən pay sahibi alsınlar və şirkətin gələcək uğurlarına yararlansınlar. Yəni zaten ümumi məqsəd pul qazanmaqdırsa və ideya varsa, ideya inanırıqsa, biraz dəyərləndirmişik, analiz etmişik, anlamışıq və o anlamaq məsələsinə toxunanda yenə də bu məktəbə bir yön vermək istərdim. Məndə olan məlumata görə kifayət qədər peşəkar təlimçilər dəvət olunacaqdır. Çünki bu sahə müxtəlif ölkələrdə müxtəlif dərəcədə inkişaf olunub. Azərbaycanda da bəli barmaqla sayılacaq, amma kifayət qədər güclü peşəkarlar var və o təlimin məncə son günündə yerli artıq təlimçilər də iştirak edəcək. İndi həmkarım yəqin detallı məlumat verəcəkdir, amma xarici təlimçilər də var və indiki dövrdə ən güclü silah, əlimizə ala biləcəyimiz ən güclü silah təhsildir. Mən buna inanıram, nadir olaraq da inanıram. Şirkət də olaraq da biz inanırıq ki, ilk öncə təhsil olmalıdır, bilik olmalıdır, daha sonra digər addımlar atılmalıdır.
Ona görə mən də bu məktəbin fürsətindən istifadə Mən etməkdə. bayaq dedim ki, 300 nəfərlik yorulmadan çalışırıq, əlimizi çırmalıyıq. 300 nəfər deyilik. 300 nəfər üçün çalışırıq. 300 nəfər üçün çalışırıq. 300 nəfər 300 Spartan. 300 Spartan. Bəli, əslində 300 Spartan axtarırıq. Bu bənzətmə maral, bu bənzətmə 300 ona görə seçmişdiniz. Fəridin bir statusunda bu yanaşmanı gördüm. Belə deyək də bu təşəbbüs onundur və bu yanaşma da çox kreativ gəldi. Yəni düzdür 300 nəfər axtarırıq. Əslində 300 Spartan axtarırıq, könüllü olan, savaşa getməyə hazır olan. Çünki burada startapın qurulmasında ideya mərhələsi nə qədər vacibdirsə. Amma birinci Spartanların dövründə o gələcək görünmürsə, burada gələcək görünür deyirsən. Bəli, orası var. Bu ideya nə qədər vacibdirsə, yeni innovativ konsept nə qədər vacibdirsə, burada müəyyən mərhələdə artıq ona yatırım da bir o qədər vacibdir. Çünki ideya mükəmməl ideya ola bilər. Kimlərsə belə deyək də yığışıb bir komanda halında bu ideyanı ərsəyə gətirmək üçün çalışmaq istəyə bilər, çalışa da bilər. Bir prototip də hazırlaya bilər. Amma bunun geniş müstəviyə çıxarılması üçün, publik çıxarılması üçün nə lazımdır? İnvestisiya lazımdır. İnvestisiya ya investorlar, bu insanların ailələri olur, dostları olur. Misal üçün hətta indi bu kredit götürüb işə girmək istəyənlər ki var, buradan çağırış edirəm ki, bir mənalı şəkildə bu belə deyək də, yəni startaplarda bu yöndə onlar üçün riski daha çox olur da bu. Çünki biraz əvvəl dedik axı bunun tutmama ehtimalı da var. Var, yəni, əksi də var. Bəli, əksi də olduğu üçün və burada mələk investorlar ortaya çıxır. Yəni hansı ki o inananlar ortaya çıxır da və biz də bugün onun uğrunda mübarizə aparırıq. Və bir nüansı da deyim ki, biraz əvvəl Nadir bəy dedi, mütəxəssislər. Bizdə bəli, birincisi dekabrın 6-ı 8-i arasında sessiyalarımız olacaq. 3 gün davam eləyəcək və hər gün 1 saat yarım davam edən sessiyalar olacaq. Birinci və ikinci sessiyaları Amerikadan olan mütəxəssislər. Hansı ki, orada Sacramento Angels məktəbinin belə deyək də, bəli, nümayəndələri, ekspertləri bizdə bu sessiyaları deyəcəklər. Bu hansı ki, Ken Talo və John Celeb. Bu saytdan da bu məlumatları tapa bilərlər. Bu arada saytı da mən deyim həmən. angelinvestor.az. Yəni saytdan əslində hər cür məlumatı tapa bilərlər, amma mən burada da səsləndirmək istəyirəm. Bundan başqa üçüncü gün sessiyamız Fərid İsmailzadə özüdür. Çünki Fərid İsmailzadə də Azərbaycanda belə də fintech sahəsində, yəni startap yaratmış və hazırda da kifayət qədər kütləsi olan bir hesabazın müəllifidir. Və Fərid İsmailzadənin bir sessiyası olacaq və bundan başqa offline sessiyamız olacaq. Offline sessiyamız Məmməd Kərim, hansı ki bu startap icmasında kifayət qədər iş görən, özü də mələk investisiyalar eləyən və hazırda Kafkasus Venture fondunun rəhbəri olan Məmməd Kərim və bundan başqa biz kursumuza belə deyək də qatılanlara, məktəbə qatılanlara bu icmanın, startap icmasının müxtəlif şəxsləri ilə tanış olma fürsəti təqdim edəcək, imkanı verəcək. Çünki orada onlar üçün daha maraqlıdır. Həm belə deyək, bu məktəbə yazılan insanlar həm mələk investisiyanı öyrənmək istəyəcəklər. Bu həm də ki hazırda hansı startaplar var, ümumiyyətlə startapların inkişaf formatı nə olacaq və s. bunları bir də əyani şəkildə eşitmək istəyəcəklər, görmək istəyəcəklər. Bir də bu məsələdir, bu gün ayın 31-idir. 31-i bizim bir aylıq müddət üçün biz məktəbə yazılanlara bir endirim kampaniyası aparmışdıq. 255 manat. Və plus da ki bizim sayılıb seçilən insanlarımız olsun, yəni bu publik şəxslər olsun və yaxud media qurumları olsun, dövlət pozisiyalarında işləyən, dövlətdə pozisiyalarda işləyən şəxslər olsun, paylaşımlar edirdilər və biz onlara kupon kodları verirdik. Bu gün də əslində bir kupon kodu hazırlamışıq, sırf sizin belə veriliş üçün, Araz FM adında. Yəni bu gün bizim istifadəçilərimiz və 255 manat üçün son gündür, bunu xatırladım. Girib bizim angelinvestor.az saytından qeydiyyatdan keçsələr, 255 manat plus Araz FM kuponunu istifadə eləsələr, daha 20% endirim alacaqlar. Bu da 204 manata gəlib çıxacaq. Və bu mükəmməl bir fürsətdir. Çünki sabahdan qiymət qalxacaq 340 manata bir mənalı şəkildə. Yəni kupon kodları gündəmdə qalacaq.
kuponlar gündəmdə Amma olacaq, endirim amma məsələsi. bəli, endirim bir o qədər olmayacaq da. Aydındır. Məsələ budur. Bunu da xəbər verim. Təşəkkür edirik və dostlar biz də davam edirik, amma öndə minnətdarlığımızı bildiririk və suallar yenidən var idi. Gəlin Vaqif müəllimin də sualını birazdan yenidən səsləndirərik. Yeni yaranan şirkətlərə necə dəstək olmaq olar ki, şirkətlər yaranır, sonra da maliyyəsi olmadıqda ideyalar və istiqamətlər də heç olur. Bu məsələyə də münasibətimizi bildirərək heç bir problem yoxdur və digər suallar da var. Yaşayış kompleksləri və investisiya imkanları deyilir, onunla bağlı da fikirlər var. Bilmiyorum, indi uyğun olacaq, olmayacaq mövzumuza uyğun danışarıq. Gününüzü xoş keçirəcək, üzünüzü güldürəcək, sizə hədiyyə qazandıracaq bir şou gəlir. Səhər şousu. Bəli, bəli, 100%. Saat 8-dən 10-a kimi. Rüfət Nadirli və Aysel Şahinin təqdimatında 100% səhər şousu. Baş sponsor Mətanət A. Xüsusi sponsorlar Al Market, Orzax vitaminləri, Edda Global xaricdə təhsil, Frida aksesuarları, İstipol şirkəti. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında biznes mərkəzində ol. Baş sponsor Sopsan Boya. Xüsusi sponsorlar Best Hospital, Rapid avtomobil yağları, Obermetal dam örtükləri, Green Stream International inşaat materialları şirkəti, Onur Plast, suvarma sistemləri və Edda Global xaricdə təhsil. Sponsor Akfin Group. Sosial qayğılar gündəlik həyatımızın əsas hissəsidir. Bu qayğılardan sizi biraz da olsa azad etməyə çalışırıq. Elnarə Sadıqovanın təqdimatında qəbul vaxtına gəlin. Müxtəlif dövlət qurumlarının əməkdaşları ilə xidmətinizdəyik. Qəbul günlərimiz həftə 2-5 gün. Saat 2-dən 4-ədək. 103.3 FM. Dövlət qurumları ilə vətəndaşları qovuşduran radio. Geçmekte sen bol kartta var. Seçim yoktu her yerde var. Bacılar azal çoklu pullar. Bol kartın var, bol kart bol kart. Taksite bol kartla al. Bol limitler, bol kartta var. Hisset seni, bol kartın var, bol kartın var. Araz Radyosu'nda reklam vaxtı. Məişət texnikasından inşaat materiallarına, evin üçün hər şey Abşeron Ticarət Mərkəzində. Uçsuz bucaqsız məkanımızda limitsiz və ödənişsiz parking. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Dökbatan Dairəsinin yanı. Geçmekte sen bol kartta var. Seçim yoktu her yerde var. Bacılar azal çoklu pullar. Bol kartın var, bol kart bol kart. Taksite bol kartla al. Bol limitler, bol kartta var. Hisset seni, bol kartın var, bol kartın var. Sopsan renkləndirmə sistemi ilə Azərbaycanda və dünyada mövcud olan bir sıra rəng kataloqlarındakı istənilən rəngi 5 dəqiqəyə elə yerindəcə ağ rəng qiymətini əldə etmək mümkündür. Eyni rəngi təkrar sifariş etdikdə birəbir rəng tonu zəmanəti də yalnız Sopsanda. Ətraflı Ulduz 4545. Best Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Edda Global'dan unikal təklif. Atatürk Dövlət Universitetində atestatla qiyabi təhsil almaq imkanı. Türkiyəyə getmədən qeydiyyat, kitab dəstəyi, istədiyiniz şəhərdə imtahan seçimi. Bütün bunlar Edda Global'a müraciətlə mümkündür. 4 illik təhsil üzrə illik cəmi ödəniş 640 manat təşkil edir və 2 hissəli ödəmə də mümkündür. Telefon 055 214 10 33.
2018-ci ildən fəaliyyət göstərən Greenstream International inşaat materiallarının və alətlərinin ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Hazırda şirkət bir çox aparıcı istehsalçıların Azərbaycanda rəsmi nümayəndəsidir. Ölkə üzrə 4 filialı malik Greenstream International inşaat sahəsində illər ərzində yüksək təcrübə qazanmış mütəxəssislərdən ibarətdir. Müxtəlif inşaat materiallarından istifadə etmək üçün 055 203 60 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Greenstream International keyfiyyət zəmanətimizdir. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəli All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının məhrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. Takside bol kartla al, bol ümitler, bol kartta var. Hisset seni, bol kartın var, bol kartın var. Yaşıllıqlar arasında ucalan Avant Vista. Gələcəyə əminliklə yeni yaşam tərzinə yeni mənzildən başlayın. Sağlamlığınıza xidmət edən üzgüçülük hovuzları, fitness spa mərkəzi, övladlarınızın rahatlığı üçün uşaq bağçası və kinoteatrında olduğu kompleksdə ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə sizin də təmirli mənziliniz olsun. Əlaqə Ulduz 0241 Avant Vista. Doğru ünvandasınız. Aldığınız hər məhsul ilə bir addım daha öndə olmaq istəyirsiniz? Fərqliliyi başqa yerdə axtarmayın. Gələcəyiniz ünvan bəllidir. İndi Salitondan arzuladığınız bütün məhsulları ay sonunadək tək şəxsiyyət vəsiqəsi ilə, ilkin ödənişsiz, 20 ayadək faizsiz, nağd alışda endirimlərlə əldə edə bilərsiniz. Üstəlik məhsulların nağd qiymətinə 3 aylıq hissəli ödənişlə əldə etmə şansı da Salitondadır. Telefon 180, rəsmi sayt saliton.az. Parlatmak, ayakkabın rahat. Parlatmak, adımını güçlü at. Parlatmak, seçimin olsun. Smart olsun smart. Smart, ayakkabınız üçün ağıllı seçim. Madeira'dan oktyabrın son fürsəti. Yalnız 5 gün 27-31 oktyabr tarixlərində yataq və uşaq dəstlərinə 30%-ədək endirim sizi gözləyir. Kampaniya müddəti məhduddur. Tələsin. Madeira, Ulduz 9696. İndi hər kəs yeni mənzilində ev gördə edəcək. ABB-dən 6%-dən başlayaraq 25 il müddətinə 500 min manata dək daxili ipoteka şərtləri ilə siz də arzuladığınız evə sahib olun. ABB, ətraflı 937. Araz Radyosu'nda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes mərkəzində ol. İş dünyasının aparıcı adları Biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. Devam edirik dostlar. Biznes mərkəzi ixtiyarınızda mikrofonunda mənəm Rüfət və sualımız var idi. Adnan bəy ki, siz cavablandırasınız. Yeni yaranan şirkətlərə necə dəstək olmaq olar? Şirkətlər yaranır, sonradan maliyyəsi olmadıqca ideyalar və istiqamətlər heç olur gedir. Sizcə necə bir dəstək bu şirkətləri xilas edə bilər? Yəqin ki, investisiyalarla bağlı soruşub. Beləsində yaxşı sualdır, amma cavab olaraq biraz istiqamət qayğı tərəfdən verilmiş bir sualdır. Amma əgər hansı bir şirkətə vəsait və ya bir investisiya lazımdırsa, ilk təşəbbüsü həmin şirkət göstərməlidir və bunun bir neçə yolları var. Şirkət necə maliyyələşə bilər? Ənənəvi yol bank kreditləridir. Bəli. Digər yol yeni səhmdar axtarışıdır ki, həmin şəxs kapital qoyuluş eləyəcək, müəyyən vəsaitlə bir səhmdar olacaqdır. Və ya startup pitchlər deyirik. Biz startup təqdim edilib crowdfundingdən vəsait toparlaya bilər. Bir neçə yüzlərlə insanlardan vəsait toplana bilər. Yəni bu qayğı, bu sualın cavabı həmin şirkətin üzərinə düşür ki, əgər bu rəqabətli dövrdə sağ qalmaq istəyirsə və uğurlu olmaq istəyirsə, təşəbbüs şirkət tərəfindən gətirilməlidir və heç kim mən
inandığım odur ki, heç kim kiməsə can yandırdığı üçün və ya hər hansısa bir digər səbəbi gəlib heç kimə yardım olmayacaqdır. Təşəbbüs həmin şirkətdən gəlməlidir. Yolları müxtəlifdir, ənənəvidən qeyri-ənənəviyə qədər. Ona görə şirkətlərin səhmdarları, rəhbərləri o haqqda daha çox düşünməlidirlər, nəinki maliyyəsi olan tərəf. Maliyyəsi olan adam daha çox uğur dalınacaq gedir və inandığına investisiya eləyəcəkdir. O, əgər sizin də layihəniz uğurlu olduğunu inanırsınızsa, investisiyaya layiq olduğunu inanırsınızsa, həmin insanlara çıxmaq lazımdır sadəcə. Ona da həmin uğur layihədə investisiya 100% olacaq. Bəli, mütləq şəkildə. Aydındır. Və bir də bu startaplardan danışdıq və mən bilmirəm, siz də yaxşı qeyd elədiniz ki, zamanında misal Apple nümunə olaraq gətirdiniz və həmin o layihələrin də bir çox elə zamanında startaplar olub və beynəlxalq səviyyəyə gəlib, marka olublar, imic olublar, üzə çıxıblar. Və bizim bu dəqiqə markalaşmaq işində də çox problemimiz var. Bəzi şirkətlərimizin istiqaməti necədə? 5 manat çörək tapdıq, şükür deyib. Təbii şükür etmək lazımdır. Bu şükürün heç nə aidiyyəti yoxdur. Yəni Allah şükür edək ki, qazancımız var. Amma mən yerimdə sayım ki, 3 manatım oldu, 5 manatım kifayət edək, xarici bazara çıxmayaq. Bu startaplar da özündə də elə sizin qurduğunuz işlər, startaplar dediyiniz investisiya gələcəksə, bu əgər burada başlayacaqsa, əsas məqsədlər, hədəflərdən biri də mənə görə xarici bazarlara çıxmaqdır. Bugün biz indinli inşaatla bağlı görürəm ki, xeyli markalarımız gedib xarici bazarlarda təmsil olunurlar. Misal üçün boya sektorunda, misal mən keçən də Özbəkistanda Sopsanı gördüm, çox sevindim. Qida sektoru daha çox var. Misal məhsullar var ki, çay markalar və digər qida məhsullarımız var ki, onlarla tanınırıq. Amma yeni ideyalara, niyə misal üçün bizdə texnologiyası olmasın? Niyə bayaq qeyd elədiniz ki, yaxşı mütəxəssislərimiz var, yaxşı IT-lər hazırlanır, bu sahənin adamlar var. Niyə öz markalarımızı üzə çıxartmayaq, niyə öz mütəxəssislərimizlə tanınmayaq? Və bu dinləyicimiz də ona görə yazmışdı ki, mənə görə şirkətlərimizin çoxunun marka olmaq vaxtı çatıb. Bəlkə bu yeni startup istiqaməti deyəndə biraz markalaşmaqdan da danışaq. Yəni bu məsələyə münasibətiniz necədir? Əslində markalaşma tamamilə fərqli və çox dərin bir mövzudur. Yəni mən tövsiyə eləyərdim ki və hətta istəyərdim ki, siz bir gün bu yöndə də, bu mövzu ilə bağlı da bir veriliş hazırlasınız. Bu tamam bir başqa bir verilişdir. Yəni markalaşmanın özü dediyim kimi dərin olduğu kimi, yəni bunun mərhələləri də var. Bu dəqiqə baxmaq lazımdır ki, elə bizim şirkətlər bu mərhələlərin hansındadılar və yaxud heç yerinə yetirirlərmi? Bizim ən çox misal üçün qarşılaşdığımız Max Kreativ olaraqdır. Yəni şirkətlərdə markalaşmağı biz də axtarırıq ki, o şirkətlər markalaşsınlar və bizim dəyərimizi bilsinlər. Çünki bu günləri o markalaşanda adicə misal üçün nümunə edirəm, vizual kommunikasiya necə deyirəm, vizual kommunikasiyasına, onun doğru dürüst yanaşması, marka loqosundan tutmuş, marka kimliyinə qədər onun hər bir formada, peşəkar formada hazırlanması, ondan sonra onun satış strategiyası, onun xidmət strategiyası, bunlar hamısı birlikdə markalaşmağa gətirib çıxardır. Yəni bu günləri, misal üçün biz çox rastlaşırıq da, böyük korporasiyalar deyirlər ki, rebranding elədilər. Yəni rebranding eləmək sadəcə vizualda bəzən loqotip dəyişir, insanlarımız düşünürlər ki, loqo dəyişməklə rebranding olur. O restylingdir. Rebranding budur ki, onun belə deyək də, qapıda durmuş şəxsindən ta üstəki CEO-suna qədər davranış formatının dəyişməsi deməkdir. Yəni onun istehlakçılarına qarşı davranış formasının dəyişməsi deməkdir. Məsələ budur. Ona görə o qədər dərin mövzudur ki, yəni okey, bizim dinləyicimiz onun vaxtın gəldiyini düşünürsə, bu bəli, Azərbaycanda markalar var, kifayət qədər marka dəyəri yüksək olan və qlobal bazara oynaya biləcək markalar var. Amma dediyim kimi, bu mövzu biraz dərin mövzu olduğu üçün bu mən biraz əvvəl sadaladığım nüansları hamısını nəzərə almaq lazımdır və hər birisini tək-tək dəyərləndirmək lazımdır ki, okey, markalaşma deyəndə sadəcə biz şirkətdir, milyonluq büdcəsi var, heç markalaşa bilməyib. Belə nümunələr də var. Tikinti şirkətləri var, misal üçün. Yəni milyonlarla büdcələri var, söhbət lokaldan gedir. Amma markalaşa bilibmi? Öz istehlakçısına dəyər verə bilirmi? Məsələ bundan ibarətdir. Yox, bu dəyər verməməyi adicə ilə markalaşmanın bir, yəni burada bir artıq biz xətt çəkirik ki, yoxdur artıq. Yəni markalaşma ola bilməz. Nümunə budur. Və yaxud öz xidmətini düzgün və vicdanlı şəkildə icra etməsi. Yəni bu da bir markalaşmanın əsas vacib amillərindəndir. Bunların hər birisini mərhələli şəkildə analiz eləmək lazımdır bundan sonra. Aydındır. Mövzumuza nə dərəcədə uyğunluğunu bilmirəm, amma dinləyicimiz Aydın bəy bizə sosial mediadan yazmışdı ki, deyir, tikinti şirkətlərində məbləğlər ayrılanda o kredit məsələlərdir, uzun illik kreditlərdir. Bunlar nəyə görə əsaslanma ilə seçilir? Yəni bilmək olar mı?
məncə tam da günümüzün mövzumuzun bir hissəsi deyil, daha çox anladığım qədər bank məhsuluna aid bir şeydir. O istiqamətdə bir şərh verə bilməyəcəm, amma tikinti şirkətlərinlə bağlı onun özü biraz tam nə baxımdan onu vurğulamaq istəyirəm. Əhali olaraq, mentalitet olaraq investisiya deyəndə biz nəyi düşünürük? İnsanlar gedir, ev alır. Deyir ki, onsuz da qiyməti qalxacaqdır. Mən bunun bir növ investisiya edirəm. Bu pasiv investisiyadır. Biz oturub gözləyirik. Düzdür, evlərin qiymətləri bu daşınmaz əmlakın qiyməti qalxmaq tendensiyası davam edir. Amma bunun özündə böyük riskləri var. Amma bu növ investorlar üçün də digər çıxış yolları da var. Biz buna REIT deyirik, Real Estate Investment Trustlar var, siz onlara investisiya edə bilərsiniz. Bu qiymətli kağızın bir növüdür. Onunla da bu daşınmaz əmlaka investisiyadan bir bərabər tutula bilər. Ancaq bu növ fondlar bəli Azərbaycanda yoxdur, planlaşdırılır, prioritetlər var. Suala qayıtdıqda isə tikintiyə verilən investisiyalara ayrılan vəsaitlər daha çox kredit məhsuludur. Hansı şərtlərlə verilir, niyə uzun müddət verilir, qısa müddət verilir? Düşünürəm ki, artıq mütəxəssislər bunu daha yaxşı və daha yaxşı cavab verəcəklər. Amma sual olaraq səsləndirdim. Ona görə səsləndirdim. Qalsaydı deyərlər ki, bu görürsün, mən sualını səsləndirmədilər. Gəlin yarışmamıza keçid edək, dostlar. Yarışmamızdan sonra qonaqlarımızın son fikirlərini əldə edəcək, tövsiyələrini əldə edəcək, baxışlarını bir daha diqqətinizə çatdıracaq. Çünki hər bir sahənin mütəxəssisini dinləmək öz-özlüyündə çox yaxşı haldır. Mən hər gün inanın ki, hər bir sahəni özüm üçün lazımdırsa dinləyirəm, eşidirəm. Yeni qanunlara özüm baxıram. Hətta mənə dostlarım tövsiyə edəndə onu özüm incələyirəm. Başa düşmədiyini soruşuram. Bunlar mütəxəssis dediyimiz halda mütəxəssis fikirlərinə ehtiyac, onun dinləməsi, onun icrası, ona yanaşmanı hər birimiz əgər uyğun şəkildə bilsək, inanın ki, heç bir problem olmaz. Bəzən özümüz belə işə öz yanaşmamızdan, istər sahibkarlıq olsun, istər hansı bir şirkət quranda belə nəyinsə tez olmasını, bəzən özümüz belə görürük, qanun yoluna etməyin tərəfdarı olmuruq, tez edək, bunun başqa yolu varmı deyə söz el arasında var edir, bunun başqa yolu varmı, tez olsun. Tez olmaq lazım deyil, əsas onun işin keyfiyyəti olması lazımdır. Buradan elə şirkətlərimizlə səsləndirik. Bu cür yanaşma edən CEO-lar var, təəssüf ki, hələ də var, şirkət sahibləri var ki, elə düşünənlər var, kör təbii düşünənlər var, ənənəvi formada düşünənlər var. Amma bütün bunlar artıq yol verilməzdir. Yəni, qanun var, qayda var, yanaşma var, 21-ci əsr dönəmi var və texnologiya var, baxış var. Bəzən elə insanlar mənə müraciət edir ki, sadəcə onları yaxşı mənada yola verməkdən başqa çıxış yolum yoxdur. Çünki bizim də çevrəmiz çoxdur, ətrafımızda biznes adamları var. Yəni, belə adamların hələ də olmasını biraz təəssüf ilə qeyd edirəm, amma yaxşıları da görəndə deyirəm ki, elə üstə bunlar qalsın gözümüzün önündə, bu bizə kifayət edər. Sualımız gəlsin. Dəyərli komanda üzvlərimizdən sual hazırladılar. Gəlin təqdim edə görək, o sualın cavabını tapa biləcəksiniz, yoxsa yox. O məharətlə işlənən sualın cavabını bilən olacaqmı? Bizdən, Hazeldən gözəl hədiyyə qazanan olacaqmı, yoxsa yox? Sualımız gəlir. Sualımız bir biznesmenlə bağlıdır. Dünyaca məşhur biznesmenlə bağlıdır. Onun xarakter xüsusiyyətləri ilə bağlıdır. Amma tapmalısınız ki, söhbət kimdən gedir? Deyirlər ki, həmin biznesmen heç də təmiz olmayıb. Təmiz deyildi. Hətta işlədiyi müddətdə bir neçə gün təmizlik deyəndə ki, gigiyenik məsələləri riayət eləmirdi. Yəni onu demək istəyirik. Hətta işlədiyi müddətdə bir gün gecə təmizlənməsinə aparılmışdı. Yəni bir gecə sırf onun çalışdığı yeri təmizlənməsinə aparılıb. Yəni o qədər özünə baxmayayım. İlk kostyumunu isə gənc yaşında almışdı. Almasına səbəb də bir təqdimatda qatıldığı bir sərgidə kostyum geyinmə şərtinin olması idi. Təsəvvür edirsiniz. Hətta bir dəfə səhvən ölüm xəbəri belə yayılmışdı. Vegetarian idi. Heç vaxt ət yemirdi. Təbii ki, söhbət hansı biznesmendən gedir? Dünyaca məşhur bir biznesmendir. İlk kostyumun gənc yaşında var, bunun izahında verirlər ki, bir təqdimatda deyirlər ki, kostyum geymək lazım, yoxsa həmin iş adamı, həmin biznesmen getmir, həmin kostyumda olmayacaqdı. Biraz özünə baxmaması ilə diqqət çəkib, hətta bir dəfə səhvən ölüm xəbəri belə yayılmışdı. Vegetarian idi. Söhbət hansı məşhur, dünyaca məşhur biznesmenden gedir? Fikirlərinizi bizə göndərirsiniz. 13:45-ə qədər vaxtınız var.
099 810 33 099 810 33 WhatsApp nömrəmizə yazın fikirlərinizi gəlsin. Diqqətli olun, amma cəhdliyi də unutmayın, çünki sizdən öncə kim cavab versə birinci, saniyə bə saniyə bizim komanda üzvlərimiz baxır, saniyə bə saniyə kim birinci olacaqsa təbii ki hədiyyə də ona qismət olacaq. Söhbət hansı biznesmenden gedirdi, xatırlatmayı da etdik, vegetarian da dedik və o özünə baxmaması da diqqət çəkirdi və gənc yaşındaykən kostyum almışdı. Onlar da deyiblər ki, mütləq şəkildə dəvət təqdimatında kostyum olması o vacib idi. Söhbət hansı dünyaca məşhur biznesmenden gedirdi, fikirlərinizi göndərirsiniz. Burada öğrenenler için, yeni bilenler için bu tekrar olacak ama bilmeyenler için de yeni bir informasiyadır. Biznes mərkəzinin əsas istiqamətlerinden biri de məhz budur. Yeni biliklər qazanırıq, mariflənirik, şirkətlərimizi tanıyırıq, şirkətlərimizə, yerli şirkətlərimizə maraq artır, yerli istehsalımıza maraq artır və bütün bunlar da hər birimiz üçün faydalıdır. Faydalı məlumatlardan biri də bizim dostlarımızın xidmətidir ki, onlardan biri də baş sponsorumuz Sopsandır. Artıq Sopsanda nəinki ölkə daxilində, artıq ölkə udlarına kənarda da danışırlar. Çünki xaricə də ixrac edirlər, markadılar, keyfiyyətdə göz önündədir. Sopsan demək, keyfiyyət deməkdir, ulduz 45-45 ixtiyarınızdadır. Və dostlar, səhətimizdə hansı bir problem olarsa çox düşünmürük və vaxt itirmədən West Hospital'a müraciət edə bilərik və West Hospital həkim komandası bizi sağlam edəcək. Avtomobilinizin yağını dəyişmə niyyətiniz varsa, mənim sizə tövsiyəm Rapid yağlarıdır. Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirlikləri hazırlanır. Azərbaycanda 500-dən çox satış nöqtəsində var. Mən də o yağdan istifadə edirəm. Kənd təsərrüfatı təyinatda suvarma sistemlərinin və avadanlıqlarının satışından, quraşdırılmasına həyata keçirən Onur Plus şirkətinə müraciət edə bilərsiniz. Suvarma sistemi ilə bağlı A-dan Z-yə qədər bütün sistemlər var. Keyfiyyətli məhsullarda özdə Amerika Birləşmiş Ştatları, Türkiyə və İsrail istehsalıdır və suvarma sistemlərlə maraqlananlar 070-612-20-21 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Tikinti sahəsində 10 ildən çoxdur ki, fəaliyyət göstərən Overmetalın dam örtüklərindən hər kəs danışır. Sizin də dam örtüyə ehtiyacınız varsa seçiminiz Overmetal olsun. 055-388-22-82 ixtiyarınızdadır. 2018-ci ildən fəaliyyət göstərən Green Stream International şirkəti isə inşaat materiallarının fəaliyyətlərini ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Müxtəlif inşaat materiallarını sifariş etmək üçün 055-203-60-10 nömrəsi ilə də əlaqə saxlamaq olar. Türkiyədə təhsil almaq niyyətiniz varsa, Atatürk Dövlət Universitetində attestatla qiyabi təhsil almaq imkanı var. Özdə Türkiyəyə getmədən qeydiyyat, istədiyiniz şəhərdə imtahan seçimi var. İlkin cəmi ödəniş 640 manatdır və 2 hissəli ödəmə də mümkündür, yəni 320 manat. ED Global'da bu mümkündür. 055-214-10-33 nömrəsini əlaqə saxlaya bilərsiniz. Faydasını görəcəksiniz. Radyodan dinlədim deyin, siz dərhal qeydiyyat alsınlar. Maliyyə və mühasibatlıq, vergi və kadr xidmətlərine ehtiyacınız varsa seçiminiz Akfin qrup olsun. 17 ildən artıq peşəkar təcrübəyə də malikdirlər, ixtiyarınızdadılar dostlar. Və sualımıza fikirlər gəlməkdə davam edir. İndi biləcəyik birazdan səhv cavab verənlər üstünlük təşkil etdi, yoxsa doğru cavab verənlər. Bütün bunları irəliləyən dəqiqələrdə biləcəyik. Qonaqlarımıza isə son olaraq mövzu ilə bağlı fikirlərini bölüşmək istərdik ki, investisiya bağlı nə tövsiyələriniz var? Yanaşma necə olmalıdır? Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Son olsa da, son zamanlar sosial şəbəkələrdə dərəzdarın hədsiz sayda çoxalıb. Xüsusilə də bu yaxşı gəlir vəd etməklə insanların vəsaiti oğurlanır. Bəli, bu çox yayılıb. Çox yayılıb. Kifayət qədəri bank kartı göndərmirəm, orada bir hansı xəta baş verib biz ona dəstək olacaq, mənəm nə olacaq, belə bir yanlışlıqlar var. Tamamilə doğrudur və investisiya edin, inanılmazın gəlirlərini əldə edəcəksiniz kimi də bir paylaşımlar olur. Tövsiyə nədən ibarət olacaqdır? Xüsusilə Azərbaycanda investisiya şirkətlərinin, lisenziya malik investisiya şirkətlərinin siyahısı Mərkəz Bankın rəsmi internet səhifəsində qeyd olunur. Hər hansısa bir istiqamət üzrə, hər hansı bir investisiya şirkətinə və ya hər hansı bir vədə investisiya etmədən öncə mütləq şəkildə lisenziyanın olub-olmamağı yoxlanılsın. Çünki daha sonra vəsait getdikdən sonra onu geri qaytarmaq mümkün olmur. Ona görə etibar etdiyiniz, inandığınız və yoxlanılmış sahələrə investisiya etmək lazımdır. Bu təhlükəsizlik baxımından vurğulamaq istədiyim bir məqamdır. Digər tərəfdən isə dəfələrlə qeyd etdiyim kimi ən yaxşı silah təhsildir. Təhsil almaq lazımdır. İnvestisiya qərarları verən zaman əldə etdiyimiz təhsilət və daha sonra təcrübəyə
əsaslandırmaq lazımdır və yəqin ki, həmkarım da startaplarla bağlı artıq o istiqamətə də xüsusi vurğulayacaqdır. Buyurun. Bəli. Mən təbii ki, bu startaplarla bağlı startap müəllifi olmaq istəyən və yaxud sahibkarlıq ruhu olan insanlara buradan səslənirəm. Birinci mərhələdəki bir mənalı şəkildə bu yöndə heç vaxt belə deyək də pes etməsinlər. Necə bunu ifadə edəyəm? Mən türkcə ifadə elədim bunu. Geri addım atmasınlar, bəli. Geri addım atmasınlar. Ola bilər ki, bir ideyaları tutmaya bilər. Başqa bir ideya üzərində mübarizə apara bilərlər. Çünki heç vaxt onsuz da belə deyək də, yəni uğursuz olmayan insanın uğurlu olmaq kimi düşünürəm ki, bir şey yoxdur, ehtimalı yoxdur. Uğursuzluqdan qorxmasınlar. İkinci məsələ isə bizim bu startaplara investisiya eləyən qismində olan insanlara bir çağırışım var ki, onlar da bizim vasitəmizlə, hansı ki dediyim kimi Mələk İnvestor Məktəbi vasitəsilə təhsillərinə, bu yöndə təhsillənmələrinə diqqət ayıra bilərlər. Daha çox belə deyək, pul qazanmaqları üçün daha çox riski gözə alarkən bu verilən təhsildən istifadə edə bilərlər, metodikadan istifadə edə bilərlər. Beləliklə risklərini azaldıb və gəlirlərini artıra bilərlər. Təşəkkür edirəm. Hər iki qonağımıza minnətdarıq və sualımızı bir daha da təqdim edək, ondan sonra cavabı almağa çalışacağıq. Bir biznesmen, dünyaca məşhur biznesmenden danışırıq. Bayaq bir məlumat çatdırdım ki, səhvən ölüm xəbəri yayılmışdı. Məlumat verim ki, yəni birdən bu sözümüzü əsas götürüb deyirsiniz ki, mən bunu belə başa düşürdüm. İndi həmin dünyaca məşhur biznesmen ölüb. Yəni deyək bunu, bir qarşılıqlıq olmasın. Zamanında ölüm xəbəri səhvən belə bir halda yayılmışdı. Özü isə gigiyenik qaydalara o qədər də əməl etməyən idi. Hətta bir gecə otağında belə, işlədiyi otaqda belə, iş otağında belə təmizləmə iş aparıblar. Yəni o qədər öz gigiyenik qaydalarına riayət etmirdi. İlk kostyumunu belə gənc yaşında almışdı. Almasına səbəb də təqdimatda qatıldığı bir sərgidə kostyum geymək şərtinin olması idi. Vegetarian idi və hətta bir dəfə səhvən də zamanında ölüm xəbəri yayılmışdı. Söhbət hansı dünyaca məşhur biznesmenden gedir? Fikirlərinizi göndərin, son bir dəqiqədə artıq vaxt verirəm sizə. 099 813-ə fikirlərinizi yazıb göndərə bilərsiniz. Görək qalibimiz oldu mu, yoxsa yox? Qonaqlarımıza bir daha ürəkdən təşəkkür edirəm, minnətdarıq. Qonaqlarımızı yola saldırıq, amma biz cavabımızı birazdan studiyamızda müzakirə edəcəyik. Həyat hərəkətdən və seçimlərdən ibarətdir. Ən doğru seçim düzgün hərəkətdə olmaqdır. Yol hərəkəti ilə bağlı bütün suallarınızın cavabını düzgün hərəkətdə tapacaqsınız. Hüquqşünas Ərşad Hüseynov və aparıcı Elgün Xıdırovun təqdimatında. Həftə içi 5 gün, axşam saat 5-dən 8-ə kimi Araz Radio 103.3 FM-də. Hər zaman düzgün hərəkətdə olun. Verilişin baş sponsoru Saleton mağazalar şəbəkəsi. Xüsusi sponsor Repsol mühərrik yağları. Sponsorlar Mutlu akkumulyatorları, Babasil əleyhinə vasitə Minetol və Dünya Göz Xəstəxanası. İdmanla məşğul olmaq kifayət deyil. İdmanı həm də dinləmək lazımdır. Dünya və Azərbaycan idmanında baş verən ən son yeniliklər, yeni rekordlar və fərqli fikirlər. Dinlə, öyrən, qazan. İdmana bizim qədər yaxın ol. Həftə içi hər gün, axşam saat 8-dən 9-a kimi Rüfət Nadirli ilə arenada görüşək. Baş sponsor Sopsan Boya. Xüsusi sponsorlar Best Hospital, Dev avtomobil yağları, Orzax vitaminləri. Sponsor Inline su filtrləri. Araz Radyosu'nda reklam vaxtı. Büdcənizi düşünürük. Ütüdən qab yuyana, evin üçün hər şey Abşeron Ticarət Mərkəzində. Zəmanətli və keyfiyyətli. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Dökbatan Dairəsinin yanı. Geçmekte sen bol kartta var. Seçim yoktu her yerde var. Vecler azal çoklu pullar.
var. Hisset seni, o kartımda, o kartımda. Sopsan keyfiyyət deməkdir. İstənilən növ daxili və fasad, dekorativ, antibakteriyal boyalar, lak və yapışdırıcılar Sopsanda. Məhsullarımızı bol çeşid və sərfəli satış şərtləri ilə bütün boya ticarət obyektləri və sopsan.com saytından əldə edə bilərsiniz. Ulduz 4545. 10 ildən artıqdır tikinti sahəsində olan Overmetal dam örtükləri, sendviç panel və aksesuarların idxalı, distribütorluğu, topdan və pərakəndə satışını həyata keçirir. Məhsullar beynəlxalq standartlara uyğun keyfiyyət sertifikatına malikdir. Overmetaldan alan razı qalır. Telefon 055 388 22 82. Best Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışına, quraşdırılmasına həyata keçirən Onur Plus şirkəti Amerika Birləşmiş Ştatları, Türkiyə və İsrail istehsalı olan sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxarılan məhsulların keyfiyyətinə tam zəmanət verir. Suvarma sistemləri ilə maraqlananlar 070 612 20 21 nömrəsi ilə əlaqə saxlaya Onur Plus az saytına daxil ola bilərlər. Geçmek desem bol kartta var. Seçim yoktu, her yerde var. Vecler desem çoklu pullar, o kartım var. Sevdiklərinizlə qarşısında əyləncəli anlarınızı paylaşacağınız televizordan daha yaxşısı ola bilməz. İndi Saliton televizorlardakı endirimə endirim edir. 82 cm diagonallı Rifil TV cəmi 229 manat 99 qəpik. 102 cm diagonallı Rifil Smart TV isə cəmi 399 manat 99 qəpik. Bundan əlavə bütün TV-ləri 24 ayədək faizsiz şərtlərlə əldə edə bilərsiniz. Saliton, telefon 180, rəsmi sayt saliton.az. İcbari tibbi sığorta Dünya Göz Xəstəxanasında. İcbari tibbi sığorta ilə Amerika istehsalı linzalarla Dünya Göz Xəstəxanasında katarakt əməliyyatı və müayinə tam pulsuzdur. Telefon 012 404 44 69. Dünya Göz, dünya görməyə dəyər. ABB-nin rəqəmsal kartı Tam DigiKart artıq sizinlə. İndi ABB Mobile tətbiqində pulsuz sifariş edin, anında aktivləşdirin, ödənişlərinizdən 2 qat ƏDV və bol keşbek qazanın. Ətraflı 937. Araz Radyosu'nda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes Mərkəzində ol. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes Mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Beləliklə dostlar, qalibimiz var, amma qalibimiz telefona cavab vermir. Yazan dostlarımız var ki, fikri yazıb sonra getmişsiniz. Görək qalibimiz, bəli qalibimiz var. Mən qaydalarımıza uyğun olaraq nə edirik? Qalibimizi canlı bağlantıya qoşuruq, danışırıq və onun dilindən səsləndiririk və ondan sonra elan edirik ki, söhbət nədən gedir. Əgər bundan sonraki hallarda nə edim? Dostlar, əgər yarışmada iştirak edirsinizsə, zəhmət olmasa telefon yanınızda olsun ki, biz sizə axı zəng edəcəyik. Yəni bunu da unutmayın. Sualımız belədir ki, söhbət hansı dünyaca məşhur biznesmenden gedir, soruşmuşduq ki, o özünə çox yaxşı baxmırdı, təmizliyinə baxmırdı, hətta üst geyimlərinə belə baxmırdı. İlk kostyumunu isə gənc yaşında almışdı. Almasının səbəbi də təqdimatda qatıldığı bir sərgidə kostyum geyinmə şərtinin olması idi. Hətta zamanında səhvən ölüm xəbəri də yayılmışdı. İndi ölüb təbii ki, amma zamanında belə bir xəbər də yayılmışdı və yeteryan idi. Söhbət hansı biznesmenden gedirdi deyə soruşmuşuq. Qalibimizin adı və soyadına bizim öncəliklə prodüser dostumuzdan istəyəcəyik. Qalibimizin ad və soyadına, nömrəsini zəhmət olmasa mən öncədən bildirin, ondan sonra bağlantıya qoşaq.
Gülnar xanım bizimlə canlı bağlantıdadır. Salamlayaq Gülnar xanımı. ...96-11'den olan dinləyicimiz. Gülnar xanım, hər vaxtınız xeyirli olsun. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz, salamlayırıq sizi. Teşekkür edirik minnətdarıq diqqətiniz üçün. Çox sağ olun, yaxşı olun. Sağ olun. Siz hansı bir işlə məşğulsunuz özünüz? Mən hal-hazırda məzuniyyətdəyim. Amma çalışmır. Hansı sahələ çalışırsınız? Sahədə çalışırsınız indi? Yəni məzuniyyətli olsanız da. Kitabxanaçı. Hə, kitabxana. Hə, kitabxanaçı. Nə vaxtsa biznesmen olmaq arzunuzdan keçibmi? Biznes xanımı. Yəni öz işim, öz biznesim olsun. Belə bir xəyalınız olubmu? Bəli, əlbəttə, hər kəsin xəyalı da arzusudur. İnşallah gələcəkdə yəni düşünürəm, niyə də olmasın. Maşallah. Hansı sahəni seçərdiniz? Hansı bir biznesi qurmaq istəyərdiniz? Əgər onu da sir deyilsə desəniz, əla olardı. Kitablarla bağlı, özümə də öz sahəm üzrə. Yəni kitab mağazası açardınız. Bəli, misal üçün. İnşallah. Əla, yaxşı bir addımdır. Mən alqışlayıram. Açın biz də gələk kitabı oradan alarıq. Sualımızın cavabı nə idi? İnşallah, seve-seve gözləyir. İnşallah. Sualınızın... Sualın cavabı... Aha. Sualın cavabı Steve Jobs. Steve Jobs. Əla, bəli, doğru variantdır. Sizi təbrik edirik. Minnətdarıq qoşulduğunuz üçün və doğru cavabınız üçün də təşəkkür edirik. Hədiyyə, minnətdarım. Hədiyyə ən qısa zamanda sizə əlaqə saxlayacaqlar və hədiyyənizi götürəcəksiniz. Təşəkkür edirik. Efirimizi yekunlaşdırırıq. Minnətdarıq dostlar. Bu 2 saat ərzində də bizi rahat bir şəkildə dinlədiniz. Özünüzə yaxşı baxın deyirik. Mən hələlik sizlə sağollaşıram. Axşam saat 8-də isə Arenada görüşəcəyik. Sabah deyilən efirlərimiz olacaq. Həm mənim təqdimatımda 100% səhər şousu. Aysel dostumuzla birgə sabah da biznesdə də maraqlı mövzumuz və qonaqlarımız var. Qaçırmayın, hələlik.